Axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir əzizlərim. Axşamınız xeyir. Hamınız yaxşısınızmı? Yaxşı olun can, yaxşı olun. Siz necəsiz? Salamatçılıqdır. Tək İnşallah yaşayın. yaxşı olarıq. Amin. Allah kömək. Müəllimlər, səsim gəlirmi sizə? Bəli, müəllimə. Aha. Ekranı da görürükmü? Evet. Hə, lap yaxşı. Aminə müəllimə, Bəli, müəllimə. necəsiz? Çox sağ olun can. Siz necəsiz? Çox sağ olun. Deyirlər ki, bu MİQ səviyyəsində olacaq imtahan. Elə bir şey olar mı? Müəllimə, elə bir şey yoxdur. O deyən hardan bildi ki, MİQ səviyyəsində olasıdır? Hardan alıb o məlumatı? Kim bilir ki, onun nə səviyyədə olacaq? Elə Yəni ikinci imtahan olduğu üçün. yox müəllimə. Niyə bəs bu il olmadı? İkinci imtahanın nə dəxli var ki? Narahat olmayın, yalan söhbətdir. Təkil olsun. Çox sağ olun. Siz sağ olun müəllimə. Demək müəllimlər, deməli biz bu gün keçirik nuklein turşularını. Biz biokimyadan kimyəvi elementləri keçdik, karbohidratları keçdik, lipidləri, zülalları məlumat verdik bu haqda. Bugün qalıb bizdə bir dənə üzvü maddələrdən nuklein turşuları, bir də ATF. Bunun ikisini də keçəndən sonra qəşəng təkrar oxuyacaqsınız. Ondan sonra sual cavab olunacaq həmin hissələr. Sonra keçəcək dərsin ardına. Yəni qalan nə qalıbsa onlara. Müəllimlər yavaş-yavaş qoşulur. Bizim də axşamımız xeyir olsun müəllimə. Bizim də vaxtımız getməsin. Başlayaq da. 1-2 dəqiqə də gözləyək qoy qoşulsunlar. Başlayaq sonra. Axşamınız xeyir. Axşamınız xeyir can. Axşamınız xeyir olsun. Necə xəstələnmisiniz? Hə, üstünüzə sağlıq can. Üstünüzə sağlıq. Bir balaca dedim, bir istədim büyüm keçməyim, sonra dedim yox, birdən dala qalarıq. Yəni keçək qoy. Heç də olmaz. Yenə mən də eləyəm, üstünüzə sağlıq. Hə, hamı bu dəqiqə yayılıb olsun. Müəllimlər, gəlin mikrofonları bağlayaq can. Başlayaq dərsimizə ki, biz geri dala qalmayaq. Yəni vaxt gedir. Ay sağ olun. Çünki o sonra dərsə qulaq asanda sizin üçün o xışıltı gələndə istər-istəməz insan əsəbləşir. Ona görə bağlayaq ki, bir-birimizi yaxşı başa düşə bilək. Ay sağ olun. Belə, başlayaq. Deməli, müəllimlər, biz qeyd etdik ki, hüceyrənin kimyəvi tərkibini kimyəvi elementlər və kimyəvi maddələr olmaqla iki qrupa böldük. Kimyəvi elementlərə isə makro və mikro elementlər olmaqla iki qrupa böldük. Bunlar haqqında məlumat verdik. Keçdik kimyəvi maddələrə. Kimyəvi maddələrin özünü də qeyri-üzvü maddələr və üzvü maddələr olmaqla iki qrupa böldük. Qeyri-üzvü maddələrə aid oldu su və mineral duzlar. Hansı ki qeyd elədik ki, bu su və mineral duzlara həm canlı, həm cansız təbiətdə rast gəlinir. Digər digər maddələri isə üzvü maddələrdir. Onlara misal göstərdik. Karbohidratlar, lipidlər, zülallar, nuklein turşuları, ATF və vitaminlər. Bunları isə dedik ki, bunlar molekulyar quruluşlu üzvü maddələrdir və qeyri-üzvü maddələrdən fərqli olaraq bunlara yalnız canlı təbiətdə rast gəlinir ki, bu da canlı və cansız təbiət arasında fərqi göstərdi. Nuklein turşuları da hüceyrənin üzvü maddələridir. Və nuklein turşuları iri molekullu birləşmələrdir və onlar da biopolimerlərdir. Nuklein turşularının iki növü var. Nuklein turşularının neçə növü var? İki növü var. Onun birinə deyəcək DNT, dezoksiribonukleaza, digərinə deyəcək RNT, ribonukleaza. Deməli, DNT, dezoksiribonukleaza turşusu, RNT, ribonukleaza turşusu. Nuklein turşularının nə oldu? İki növü oldu. Nəyə görə nuklein turşuları?
bu adı bunlara kim verib deyəndə deyirik ki, ilk dəfə Mişer adlı bir alim, alimin adı Mişerdir. Mişer adlı bir alim, həkim olub, belə deyək alim. O, əməliyyat yaralarını saran zaman o bintdə ki var, o sarğıda olan ölmüş leykositlərin, biz bilirik ki, leykositlər ağ qan hüceyrələridir. Leykoz ağ deməkdir. Ölmüş leykositlərin nüvəsində tapıb ilk dəfə, baxın, burada qeyd olunub. İlk dəfə olaraq Mişer nuklein turşularını ölmüş leykositlərin nüvəsində tapdığına görə onlara nukleus nüvə adını vermişdir. Yəni biz bilirik ki, nuklein sözünün mənası nukleus latınca nüvə deməkdir, karyon da yunanca nüvə deməkdir. Yəni nuklein turşularının adlandırılmasının səbəbi ölmüş leykosit hüceyrələrinin nüvəsində ilk dəfə, yəni ilk dəfə hüceyrə strukturu olan nüvədə tapıldığına görə onlara bu adı verib. Nuklein turşuları neçə növü var? 2 növü. Hansılar oldu? Birinə dedik DNT, dezoksiribonukleaza turşusu, digərinə dedik RNT, ribonukleaza turşusu. Evkaryot canlılarda, yəni evkaryot canlılar nüvəsi formalaşmış nüvəsi olan canlılardır. Bunlar aid idi bitkilər, heyvanlar, göbələklər. Eyni zamanda insan da heyvanlar aləminin nümayəndəsi olduğuna görə o da heyvanlar aləminə daxildir. Evkaryot canlılarda bu nuklein turşularının hər iki növünə rast gəlinir. Həm DNT-yə rast gəlinir, həm də RNT-yə rast gəlinir. Prokaryot canlılarda götürdükdə yenə prokaryot canlılara da aiddir bakteriyalar, yəni bu da deyəndə ki, bakteriyaların bütün formaları. Bunlarda da nuklein turşularının hər iki növünə rast gəlinir, həm DNT-yə, həm RNT-yə. Lakin sizə sual verilsə ki, 4 aləmin 4-ündə də nuklein turşularının hər iki növünə rast gəlinir ifadəsi doğrudurmu? Bəli. Çünki 4 aləm dedikdə bura daxildir bakteriyalar aləmi, ilk yaranan aləm, sonra bitki, heyvan, göbələklər aləmi. 4-ündə də həm DNT-yə rast gəlinir, həm də RNT-yə rast gəlinir. Lakin bizə deyilsə ki, bütün canlılarda, indi aləm demir, bütün canlılarda nuklein turşularının hər iki növünə rast gəlinir ifadəsi yanlışdır. Nəyə görə yanlışdır? Çünki bütün canlı dedikdə o canlıların içərisində biz virusları da götürürük. Biz bilirik ki, virus canlıdır. Lakin virusda 2 növ nuklein turşusunun ikisinə də eyni zamanda rast gəlinmir. Niyə rast gəlinmir? Çünki RNT tərkibli viruslarda qızılça, qrip, quduzluq, ensefalit, tütün mozaikası kimi və s. kimi viruslarda yalnız RNT, DNT tərkibli viruslar çiçəkdir, adenovirusdur, bakteriyofaglardır, adenovirusdur və s. kimi viruslarda isə yalnız DNT-yə rast gəlirik. Yəni bütün canlılarda nuklein turşusunun hər iki növünə rast gəlinir ifadəsi yanlışdır. Qeyd etdik ki, nuklein turşularının 2 növ var. Biri DNT oldu, biri RNT oldu. Və ilk dəfə olaraq Mişer tərəfindən ölmüş leykositlərin nüvəsində tapıldığına görə nukleus nüvə adını verdik. Və qeyd etdik ki, prokaryot canlılarda da bu nuklein turşularının, yəni bakteriyalarda bu nuklein turşularının hər iki növünə rast gəlinir. Həm DNT-yə, həm RNT-yə. Yaxşı, gəlin biraz da xırdalayaq. Gəlin baxaq görək. Bir də belə bir şey deyim. Sualda əgər deyilsə ki, evkaryot canlı deməyər, aləm deməz, deyər ki, hüceyrəvi quruluşa malik olan canlılarda nuklein turşularının neçə növünə rast gəlinir? Deyəcəksiniz 2 növünə. Yaxşı, hüceyrəvi quruluşu olmayan canlılarda nuklein turşularının neçə növünə rast gəlinir? 1 növünə. İndi niyə? Hüceyrəvi quruluşu olanlar prokaryotlar və evkaryotlardır. Hüceyrəvi quruluşu olmayanlar viruslardır. Yenə eyni şeyə gəlib çatır. Yəni, indi prokaryot, evkaryot deməz, hüceyrəvi quruluşu olan olmayan deyər. Olanlarda 2 növünə də rast gəlinir, olmayanlarda isə 1 növünə rast gəlinir dedik. İndi gəlin biraz da dərinə gedək. Gəlin baxaq görək, qeyd etdik ki, prokaryotlarda hər iki növ nuklein turşusuna rast gəlinir. Yəni bakteriyanın həm DNT-si var,
həm RNT-si var. Yaxşı, gəlin baxaq görək, bəs harda yerləşir bu DNT və RNT? Biz bilirik ki, DNT-nin bir növü var, lakin RNT-nin 3 növü var. Hansılardır? RNT, buna deyirlər balaca R, ribosom RNT-si, mRNT, məlumat RNT-si, nRNT, nəqliyyat RNT-si. Daha sonra bunları geniş şəkildə öyrənəcəyik. İndi gəlin baxaq. Prokaryotlarda bir də DNT dedik. Prokaryotlarda bunun bir növü, amma bunun 3 növü var. Gəlin görək prokaryotlarda DNT harda yerləşir? Prokaryotlarda, yəni bakteriyalarda DNT-yə harda rast gəlirik? Bir, rast gəlirik onlarda sitoplazmada. Eyni zamanda qeyd edeyim ki, bakteriyanın sitoplazmasında DNT olur. Eyni zamanda plazmid adlanan, biz indi inşallah mikrobiyologiyanı keçəndə orada görəcəksiniz ki, üzr istəyirəm, biotexnologiyanı keçəndə orada gen mühəndisliyi var. Orada biz plazmid adını çəkəcəyik. Nədir plazmid? Plazmid bakteriyanın sitoplazmasında rast gəlinən kiçik DNT parçalarıdır. Yəni sərbəst şəkildə sitoplazmada rast gəlinir. Bir də prokaryotlarda xromosomda rast gəlinir. Bakteriyaların bir halqa şəkilli, yadınızdadsa biz demişdik ki, halqa şəkilli DNT-ləri var və bir dənə də xromosom. Biz bilirik ki, DNT nəyin tərkibindədir? Xromosomun. Sitologiyadan da biz xromosomu keçəndə orada vurğuluyuruq ki, xromosomun tərkibi nədən ibarətdir? Zülaldan və DNT-dən. Deməli, bakteriyaların da DNT-si halqa şəkillidir. Və onların bircə dənə biz deyirik xromosomu var, biz ona bakteriyal xromosom deyirik. Bakteriyal xromosom və o sərbəst şəkildə sitoplazmada yerləşir. Çünki bakteriyalarda formalaşmış nüvə yoxdur. Deməli, ona görə də deyirik, prokaryotlarda DNT harda yerləşdi? Həm sitoplazmada, həm də xromosomun tərkibində. Yaxşı, bəs prokaryotlarda RNT harda yerləşir? Aydın məsələdir ki, RNT-nin 3 növünün üçünə də prokaryotlarda rast gəlinir. Prokaryotlarda yenə deyirik, RNT yerləşir, sitoplazmada da yerləşə bilər və məsəl üçün, əgər ribosom RNT-sidirsə, onda ribosomun tərkibində də ola bilər. Məlumat RNT-sinə, nəqliyyat RNT-si sitoplazmada, ribosom RNT-sinə həm sitoplazmada, həm də eyni zamanda ribosomun tərkibində, görürsünüz, RNT, ribosom RNT-si, ribosomun tərkibində rast gəlinir. Təkrar edirəm, prokaryotlarda DNT həm sitoplazmada, həm də xromosomun tərkibində. Prokaryotlarda RNT həm sitoplazmada, həm də ribosom RNT-sinə, ribosomun tərkibində rast gəlinir. Keçək evkaryot canlılarda, yəni bitkidə, heyvanda, göbələkdə. Bəs DNT və RNT-yə harda rast gəlinir? DNT-yə evkaryotlarda rast gəlinir harda? İlk növbədə nüvədə. Nəyə görə? Çünki biz bilirik ki, evkaryot canlıların formalaşmış nüvəsi var və xromosomlar nüvənin içindəki maye karyoplazmanın içində yerləşir. Deməli, həm nüvədə rast gəlinir DNT-yə, onda deyirik, həm rast gəlinir DNT-yə, deməli, nüvəciyin tərkibində rast gəlinir deyirik, mitoxondri və plastiddə. Biz bilirik ki, iki membranlı orqanoid olan mitoxondri və plastidin özünə məxsus halqa şəkilli DNT-si var. Və bu DNT mitoxondrinin matriksində, plastidin isə stromasında yerləşir. Bakteriyanın DNT-sində olduğu kimi halqa şəkilli DNT-dir. Evkaryotlarda DNT-yə harda rast gəldik? Nüvədə, nüvəcikdə, mitoxondridə, plastiddə. Yaxşı, bəs RNT-yə harda rast gəlirik evkaryotlarda? RNT-yə rast gəlirik harda? Baxın, nüvəcikdə. Çünki nüvəciyin quruluşunu keçəndə dedik ki, nüvəciyə daxildir. Nə? DNT, zülal, bir də RNT, yəni ribosom RNT-si. Nüvəciyin tərkibinə nə daxil idi? DNT, zülal, bir də ribosom RNT-si. Bu üçü. Deməli, onda belə çıxır ki, baxın, nüvəcikdə həm DNT-yə rast gəlinir, həm ribosom RNT-sinə rast gəlinir. Bundan başqa rast gəlinir ribosomun özündə RNT-yə rast gəlinir, yenə ribosom RNT-sinə, sitoplazmada rast gəlinir. Məsəl üçün, məlumat RNT-si, nəqliyyat RNT-sinə sitoplazmada rast gəlinir. Bir də eyni zamanda mitoxondrinin matriksində hər 3 RNT-nin 3 növünə də və plastidin də stromasında 3 növ RNT-nin 3-ünə də rast gəlinir.
Deməli, bax, bu bizdə prokaryot və evkaryot canlılarda rast gəlinən nuklein turşuları haqqında məlumat verdik. Yerdə qaldı hüceyrəsiz quruluşa malik olan canlılar, yəni viruslar, onlarda da nuklein turşularının bir növünə rast gəlinir. Bu da siz bilirsiniz ki, hər bir virus zülal örtüyü kapsiddən, ya RNT-dən, ya da DNT-dən təşkil olunmuş formadadır. Yaxşı, bilirik ki, canlıların, evkaryot canlılarda nüvə var, formalaşmış nüvə var və xromosomlar həmin nüvənin içində yerləşir. Məsəl üçün, tutaq ki, insan orqanizmasını götürəndə adətən belə suallar düşür ki, adətən belə suallar verilir ki, məsəl üçün, deyə bilər ki, sizə hansı hüceyrələrdə nuklein turşularına ən az rast gəlinir? Yəni, hansı hüceyrələrdir ki, onlarda nuklein turşusunun sayı az olur? Bax, bunlar cinsiyyət hüceyrələridir. Niyə? Çünki, məsəl üçün, insan orqanizmasında biz Xanım, axşamınız xeyir müəllimə. Axşamınız xeyir müəllimə. Nətərsiniz müəllimə? Çox sağ olun, çox sağ olun. Çoxdan başlamışsınız. Biraz olar müəllimə, 8-də başlamışıq. Demək, müəllimlər, biz bilirik ki, canlıların Haram keçirik müəllimə. nuklein turşuları. Bəli. Biz bilirik ki, canlılarda bir var diploid hüceyrələr, bir var haploid hüceyrələr. Yəni, bədən hüceyrələri biz bilirik ki, 2N-dir, diploiddir. Məsəl üçün, insanı götürsək, insanın diploid hüceyrələrində 46 xromosom var. Xromosom sayı çoxdur. Bir də var haploid hüceyrələr, onun yarısı. Məsəl üçün, cinsiyyət hüceyrələri, spermatozoidlər, yumurta hüceyrə. Onlarda xromosom sayı 2 dəfə azdır, 23-dür. İndi baxın, sual verilir ki, mən insan üzərində izah etdim, bu digər canlılara da aiddir. Digər canlılarda da 2N diploid bədən hüceyrələridir, N cinsiyyət hüceyrələridir. İndi sizə sual verilsə ki, hansı hüceyrələrdə nuklein turşularının sayı ən az olur? Nəyə götürərik? Cinsiyyət hüceyrələrini. Nəyə görə cinsiyyət hüceyrələrini? Çünki mən bayaq qeyd etdim ki, nuklein turşularının bir növü də DNT-dir. DNT-yə biz harda rast gəlirik? Xromosomun tərkibində. Yəni, xromosom nədən ibarət idi? Bir, zülaldan, bir də tərkibindəki DNT-dən. Deməli, indi baxın, əgər hüceyrədə 46 xromosom varsa, deməli, hər xromosomda da DNT var. DNT sayı çoxdur. Amma cinsiyyət hüceyrələrində xromosom sayı 23-dür. Deməli, onda belə çıxır ki, onlarda 23 dənə DNT-yə rast gələcək. Yəni, görürsünüz, nuklein turşularının sayı azaldı. Ona görə də hansı hüceyrədə nuklein turşuları ən az rast gəlinir deyəndə, deyirik ki, cinsiyyət hüceyrələrində ən az rast gəlinir. Demək, müəllimlər, baxın, bu nuklein turşularının yaxşı rolu nədir, funksiyası nədir? Ümumiyyətlə, qeyd eləyək ki, nuklein turşuları, belə deyək də, irsi xassələrin saxlanılmasında və nəsildən nəslə ötürülməsində rol oynayırlar. İrsi xassələrin saxlanılmasında əsas rol DNT-yə məxsusdur. Belə ki, DNT-də biz bilirik ki, demək nə var? Genlər yerləşir. Həmin genlərdə orqanizmin nəsildən nəsilə əlamətlərin ötürülməsində rol oynayır. Ona görə də deyirik ki, irsi xassələrin özündə saxlanılmasında DNT onun irsən nəslə ötürülməsində əsasən RNT iştirak edir. Nəyə görə? Çünki DNT-dən məlumatı alıb, həmin o genetik məlumatı alıb, ribosoma gətirən məlumat RNT-sidir. Ona görə də bax, bunlara irsi xassələrin saxlanılmasında və ötürülməsində rol oynadıqlarına görə bunlara irsiyyət maddələri adı da verilmişdir. Və eyni zamanda qeyd edə bilərəm ki, bunlar eyni zamanda nə edirlər? Zülalın biosintezində iştirak edirlər. Zülalın biosintezində iştirak edir həm DNT, həm də RNT-nin hər üç növü. DNT zülalın biosintezində bilavasitə iştirak eləmir, çünki o nüvənin içərisini tərk eləyə bilmir. Sadəcə olaraq zülalın quruluşu haqqında məlumatı məlumat RNT-sinə verir, lakin məlumat, nəqliyyat və ribosom RNT-si hər üçü zülalın biosintezində bilavasitə iştirak edir. İndi bunu zülalın biosintezini keçəndə daha ətraflı şəkildə izah edəcəm. İndi gəlin artıq keçək nuklein turşularının quruluşuna. Qeyd edək ki, nuklein turşuları bayaq da qeyd etdim ki, iki növ var. Biri DNT-dir, biri RNT-dir. Hal-hazırda şəkildə gördüyünüzün, bax, bu hissə bir zəncirli RNT-dir, bu isə DNT-dir. Müəllimə, məndə ekran görsənmir.
Müəllimlər, heç kimdə görünmür ekran. Görsənir müəllim. Hə, ola bilsin sizdə internet zəifdir müəllimə. Çıxın bir də mən qəbul. Müəllim ancaq müəllimlərin adlarıdır burada. Hə, sizdə internet zəifdir. Çünki digər müəllimlərdə görünür. Siz çıxın, mən bir də qəbul edəcəm sizi. Çıxın bir də girin linki. Müəllimə, ekranı sürüşdürün aşağı. Ekranı sürüşdürün, hə, onda gələcək. Aha. Aşağı elədim müəllimə, elədim, gəlmir. Hə, siz çıxın bir də girin. Müəllimə, çıxın bir də girin. Demək qeyd etdik ki, RNT-nin 3 növü var, DNT-nin 1 növü var. Bundan başqa RNT bir zəncirlidir. Şəkilə fikir verin, baxın bir zəncirlidir. Lakin DNT-yə fikir verin müəllimlər. DNT 2 zəncirlidir. İndi niyə bu formanı alıb? Onu da qeyd edeyim ki, bu onunla əlaqədədir ki, RNT-də hidrogen rabitəsi yoxdur, lakin DNT-də hidrogen rabitəsi var. Mikrofonları bağlayaq, zəhmət olmasa. DNT-də olan hidrogen rabitəsinin hesabına DNT, müəllimlər, mikrofonları bağlayaq, mane olmayaq. Hidrogen rabitəsinin hesabına, yəni DNT-də komplementar nukleotidlər arasında yaranan hidrogen rabitəsi hesabına DNT molekulu 2 zəncirlidir və bunu şəkildən də aydın Bunu şəkildən də aydın görmək olur ki, RNT bir zəncirli, DNT isə deməli 2 zəncirlidir. Baxın, bu nuklein turşuları biz bayaq qeyd etdim ki, mən biopolimerdir. Karbohidratlar da biopolimer idi, zülallar da biopolimer idi, nuklein turşular da biopolimerdir. Amma lipidlər dedik ki, iri molekullu birləşmələrdir, amma biopolimer deyil. Yaxşı, karbohidratların monomeri glikoz idi. Özə qeyd etdik ki, eyni monomerdən təşkil olunub. Zülalların monomeri amin turşusu idi. Qeyd etdik ki, müxtəlif növ, 20-yə qədər amin turşusundan təşkil olunub. Bəs nuklein turşuların necədir? Biopolimerdir, eyni yoxsa müxtəlif növ deməli nukleotidlərdən təşkil olunub deyəndə deyirik ki, müxtəlif növ nukleotidlərdən təşkil olunub. Müəllimlər, mikrofon kimdə açıqdırsa bağlayın, zəhmət olmasa. Deməli, nuklein turşuları biopolimerdir və onların monomeri nukleotidlərdir. Baxın, bir nukleotidin şəkili burada sxematik şəkildə sizə verilib. İndi deyəcəm ki, nədən təşkil olunub? Nuklein turşuları biopolimerdir və nuklein turşularının monomeri nədir? Nukleotidlərdir. Neçə növ nukleotid var deyəndə deyirsiniz ki, 4 növ nukleotid var. Yəni, məsəl üçün DNT-də 4 növ, RNT-də 4 növ. Cəmi yox, yəni ayrı-ayrılıqda soruşanda deyirəm. DNT-də neçə növ nukleotidə rast gəlinir? 4 növ. RNT-də neçə növ nukleotidə rast gəlinir? Orada da 4 növ. Nuklein turşularında cəmi neçə növ nukleotid var deyəndə deyirsiniz 8 növ. İndi gəlin bir dənə nukleotidin quruluşu ilə tanış olaq, sonra ətraflı şəkildə daha geniş öyrənək. Bax, nukleotidlər, müəllimlər, monomer birləşmələrdir. Necə amin turşusu monomer birləşmədir, birləşərək zülal yaradır, eləcə də nukleotidlər də monomer birləşmədir və onlar birləşərək DNT və RNT əmələ gətirirlər. Burada göstərilən şəkil bir dənə nukleotidin sxematik şəkilidir. Nukleotidin tərkibinə nə daxildir? Azot əsası, karbohidrat və orta fosfat turşusu. Azot əsası, karbohidrat, orta fosfat turşusu. Azot əsası dedikdə DNT-də və RNT-ni götürəndə ümumi nuklein turşularında 5 növ azot əsası var. 5 növ azot əsası var. İkisində bir yerdə. Adenin, guanin, sitozin, timin, urasil. Cəmi 5 növ azot əsası var. Adenin, guanin, sitozin, timin, urasil. Karbohidrat dedikdə söhbət gedir 5 karbonlu karbohidratdan. Əgər yadınızdadırsa, karbohidratları keçəndə mən qeyd etdim ki, karbohidratlar suda həll olmasına görə monosaxarit və disaxarit olmaqla, üzr istəyirəm, deməli, sadə və mürəkkəb karbohidratlar olmaqla 2 qrupa bölünürdü. Sadə karbohidratlar mono və disaxaritlər, mürəkkəb karbohidratlar polisaxaritlər idi. Qeyd etdim ki, monosaxaritlərdə karbon atomlarının sayına görə pentozalar və heksozalara bölünürdü. 5 karbon olanlara biz nə deyirdik? Pentozalar.
Ona göre yazılıb 5 karbonlu karbohidrat pentoza. Bir de orta fosfat turşusu. Orta fosfat turşusunda biz bilirik H3PO4'dür. 3 əsaslı, 3 dənə hidrogeni olan 3 əsaslı turşudur. Gəlin indi bu nukleotidlərin quruluşuna bir baxaq. Birinci dedik ki, nukleotiddə nə aiddir? Azot əsası, 5 karbonlu karbohidrat, bir də orta fosfat. Gəlin birinci bu azot əsasını geniş şəkildə öyrənək. Nə lazımdır, testlərə nə düşür. Sonra keçək digər hissələrə. Qeyd etdik ki, nuklein turşularında 5 növ azot əsasına rast gəlinir. Adenin, guanin, sitozin, timin, urasil. İndi sizə sual verilsə ki, hansı azot əsaslarıdır ki, hər iki növ nuklein turşusunun ikisində də var? Yəni, hansı azot əsasları iki növ nuklein turşusu yaradırlar? Hansıları? Adenin həm DNT-də var, həm də RNT-də var. Guanin həm DNT-də var, həm də RNT-də var. Sitozin həm DNT-də var, həm də RNT-də var. Timin yalnız DNT-də var, urasil yalnız RNT-də var. Deməli, hər iki növ nuklein turşusunu yaradan oldu. Adenin, guanin, sitozin. 3 növ azotlu əsas hər iki növ nuklein turşusunun yaranmasında iştirak edir. 2 növ azotlu əsas timinlə urasil. Hərəsi yalnız bir növ nuklein turşusunun yaranmasında iştirak edir. Timin DNT-də, urasil isə RNT-də. Bunu da qeyd etmiş olduq. Bundan başqa, əgər sizə sual versələr ki, bu azot əsaslarından hansıdır ki, onlara hüceyrədə daha çox rast gəlinir? Onda deyəcəksiniz ki, bu adenindir. Niyə? Çünki adeninə həm DNT-də rast gəlinir, həm RNT-də rast gəlinir. Eyni zamanda adenin ATF-in tərkibində də olur. Deməli, adenin azotlu əsası hüceyrədə ən çox rast gəlinən azot əsası adenindir. Çünki adeninə həm DNT-də rast gəlinir, həm RNT-də rast gəlinir, həm də indi ATF-i keçəndə orada da deyəcəyik ki, ATF biopolimer birləşmə deyil, lakin onun tərkibində adenin azotlu əsasına rast gəlinir. Deməli, hüceyrədə ən çox olan azot əsası adenindir. Yaxşı, başqa azot əsasları haqqında nə deyə bilərik? Ümumiyyətlə qeyd eləyək ki, bu azot əsasları, deməli, baxın, məsəl üçün, əgər quruluşlarına fikir versəz görərsiniz ki, burada bir dəqiqə baxaq, bu şəkildə. Bu şəkil bizim 9-cu sinifin dərsliyində də var. Yəni, əgər burada şəkili görmürsünüzsə, balacadırsa, 9-cu sinif dərsliyini səhifə 33-ü açın, zəhmət olmasa, dərslikdə səhifə 33-də bu şəkil var. Sizə buradan nə sual verə bilərlər? Sizə buradan belə bir sual verə bilərlər ki, hansı azot əsaslarıdır ki, onların tərkibində, belə deyək, oksigen yoxdur. Adenin azotlu əsasının tərkibində ümumiyyətlə oksigenə rast gəlinmir. Baxın, bu şəkildə adenin azotlu əsasının tərkibində oksigen yoxdur. Bəzən məsələlərə düşür ki, tərkibində oksigen olmayan azot əsasının sayı 200-dür, və yaxud da 400-dür, və yaxud da 800-dür. Deməli, tərkibində oksigen olmayan azot əsası hansı oldu? Adenin azot əsası oldu. Bəs hansı azot əsaslarıdır ki, onların tərkibində 2 dənə oksigenə rast gəlinir? Biri timindir, digəri isə urasildir. Deməli, hansı azot əsaslarıdır ki, onların tərkibində 2 oksigenə rast gəlinir? Biri timindir, digəri urasildir. Məsəl üçün, gəlin, bura bir dənə fikir verin. Bax, timini tapın müəllimlər. Timinin tərkibində, bax, biri bu, biri bu. 2 dənə oksigen var. Və yaxud da urasili tapın, urasil də buradadır, RNT-də. Urasilin tərkibində 2 dənə oksigen var. Biri burada, biri burada. Demək, tərkibində oksigen olmayan azot əsası adenindir. Tərkibində 2 oksigeni olan azot əsası urasil və timindir. Tərkibində 1 oksigen olan azot əsası desə, bunun biri sitozindir, baxın, bir dənə oksigen. Biri isə guanindir, baxın, bir dənə oksigen. Yəni, 9-un dərsliyinə diqqətlə baxın, kitabda daha gözəl görəcəksiniz. Tərkibində oksigen olmayan azot əsası adenin, tərkibində 2 oksigen olan azot əsası urasil və timin, tərkibində 1 oksigen olan azot əsası isə guanin və sitozindir.
Müəllimə tərkibində oksigen olmayan adenin olduğu. Bəli, adenindir. Yaxşı, indi gəlin bunların ölçülərinə baxaq. Ölçü baxımından bəs bunlar necə olur deyəndə deyirik ki, ölçü baxımından ölçüsü ən böyük olan azot əsası adenin və guanindir. Gəlin burada şəkilə diqqət yetirək, müəllimlər. Bura baxın. Bura baxanda ən böyük ölçüsü olanı hansıdır? Bax, bir adenindir ən böyük ölçüsü olan, bir də guanindir ən böyük ölçüsü olan. 2 kvadratdan, baxın, belə çəkiblər. 1, 2. 2 hissədən ibarətdir. Fikir verin. Buradan baxanda görünür. Amma sitozinə, timinə, urasilə fikir verin. Bircə hissədən ibarətdir. Baxın, dairəyə alıram indi. Urasil də bir dairədir. Timin də bir halqadır. Sitozin də bir halqadır. Baxın. Deməli, adeninlə guaninin ölçüsü bir-birinə bərabərdir. Və bunlar ölçüsünə görə böyük nukleotidlərdir. İndi bunları qırmızı rəngə boyayıram. Baxın. Guanin, adenin. Görürsünüz, 2 hissədən ibarətdir. 2 halqadan. 2 halqadan ibarət olanlar, 2 hissədən ibarət olanlar adenin və guanindir. Biz bunlara purin azotlu əsasları deyirik. Yəni, ölçüsü böyük olanlar. Yəni, adeninin ölçüsü bərabərdir guaninin ölçüsünə. 2 hissədən, 2 halqadan ibarətdirlər və bunlar purin azotlu əsasları adlanır. Purin. Bir halqadan, bir hissədən ibarət olanlara isə biz deyirik, bunlar hansılardır? Guanin, üzr istəyirəm, timin, urasil, bir də sitozin. Urasil, sitozin və timin. Bunlar isə bir halqadan, bir ölçüdən ibarətdir və bir hissədən ibarətdir və bunların ölçüsü də bir-birinə bərabərdir. Bunlara deyirik primidin azotlu əsasları. Deməli, necə oldu? Adeninin ölçüsü guaninin ölçüsünə bərabərdir. Sitozinin ölçüsü timinin ölçüsünə bərabərdir. Eyni zamanda urasilin ölçüsü, bunların üçünün ölçüsü bir-birinə bərabərdir. Adenin və guanin 2 hissədən, 2 halqadan, sitozin, timin, urasil isə 1 hissədən, 1 halqadan ibarətdir. Adeninə və guaninə purin azotlu əsasları, sitozin, timin, urasilə isə primidin azotlu əsasları deyirik. Sonra qeyd eləyək ki, bayaq da qeyd etdim ki, DNT molekulu 2 zəncirdən, RNT molekulu isə 1 zəncirdən ibarətdir. Yaxşı, DNT molekulu 2 zəncirdən ibarətdirsə, bu DNT molekulunda zəncirlər bir-birinə komplementarlıq prinsipinə əsasən düzülür. Yəni, bir qayda olaraq adeninin qarşısında həmişə timin durur, guaninin qarşısında həmişə sitozin durur deyirik. Adeninin qarşısında həmişə timin durur. Baxın, böyüyün qarşısında balaca durur. Adenin 2 halqadan ibarət idi. Timin 1 halqadan. Guanin 2 halqadan. Sitozin 1 halqadan. Yəni, bir böyük, bir balaca. Komplementarlıq nədir? Yəni, həndəsi quruluş baxımından səliqə, nizam, zəncirin nizamı, molekulun nizamı, səliqəsi pozulmasın deyənə, bir zəncirdə adenindirsə, digər zəncirdə adeninin qarşısında mütləq timin durmalıdır. Bir zəncirdə böyük 2 halqalı guanindirsə, onun yanında mütləq 1 halqalı sitozin durmalıdır. Buna deyirlər komplementarlıq prinsipi. Və bu cür duran zaman həmişə adeninlə timin arasında 2 hidrogen, guaninlə sitozin arasında isə 3 hidrogen rabitəsi yaranır. Deməli, azot əsasları bir-birinə hidrogen rabitəsi vasitəsilə birləşir. Yəni, zəncir əmələ gələn, molekul əmələ gələn zaman bir zəncirin azotlu əsası, o birisi zəncirin azotlu əsası ilə hidrogen rabitəsi vasitəsilə bağlanır. Adeninlə timin arasında 2 hidrogen rabitəsi, guaninlə sitozin arasında isə 3 hidrogen rabitəsi var deyirik. Deməli, sonra azot əsaslar barədə nə deyə bilərik? Bax, məsəl üçün, deyək ki, belə götürək də, adenin və ya timin, sonra nukleotid cəhətdən də baxarıq. Hələ ki, azot əsaslar haqqında yəni bu qədər məlumat verdik. Bir də bir şey deyək, bir şey qeyd edeyim ki, DNT molekulunda yadınızda qalsın, həmişə adeninin sayı timinin sayına bərabərdir.
Guaninin sayı da sitozinin sayına bərabərdir. Yəni əgər molekulda 30 dənə adenin varsa, onun qarşısında da mütləq 30 dənə timin olmalıdır. Tutaq ki, 50 dənə guanin varsa, onun qarşısında da mütləq 50 dənə sitozin olmalıdır. Yəni mütləq adeninin sayı timinin sayına bərabər olmalıdır, guaninin sayı da sitozinin sayına bərabər olmalıdır. Onda biz məsəl üçün adenini də timinə bölsək 1 alacağıq, guanini də sitozinə bölsək nə alacağıq? 1 alacağıq. Çünki 30-u 30-a böləndə 1, 50-ni 50-yə böləndə nə eləyəcək? 1 eləyəcək. Və yaxud da bu düsturu belə də yaza bilərik. Baxın, məsəl üçün adeninin üstünə guanin gəlsə, adenini üstünə guanin gəlsək, sitozinin üstünə də timin gəlsə, bu bizə nə verəcək? 1. Yəni, baxın, 30 üstə gəl 50, 80, 30 üstə gəl 50, 80. Bu da eləyəcək nə? 1. Yəni, buradan belə bir düstur da yarandı. Adeninin timinə nisbəti vahidə 1-ə, guaninin sitozinə nisbəti də vahidə 1-ə bərabərdir. Adenin üstə gəl guanin bölünsün, sitozin üstə gəl timin bizə nəyi verdi? 1-ə bərabər oldu deyirik. Və qeyd eləyək ki, ümumiyyətlə mən dedim ki, zəncir molekula əmələ gələn zaman DNT-nin bir zənciri digər zəncirinə hidrogen rabitəsi vasitəsilə bağlanır. Yaxşı, bəs bu hidrogen rabitəsi qeyd etdik ki, adeninlə timin arasında 2, guaninlə sitozin arasında 3 hidrogen rabitəsi var. İndi yaxşı, birdən bizə belə bir sual verilsə ki, məsəl üçün, testlərdə düşür, qarşımıza da sıx-sıx çıxır ki, məsəl üçün, 2 qat hidrogen rabitəsinin sayı və yaxud da 3 qat hidrogen rabitəsinin sayı. Yaxşı, bəs bunları necə tapırıq? Bu nə deməkdir? Bu nə deməkdir? Baxın, məsələn, tutaq ki, bura yazın, baxın. Adenin, guanin, sitozin, timin, sitozin, guanin. Bu qarşı zəncirdə nə olacaq? 2 qat, 3 qat. Baxın, indi baxaq. Adeninin qarşısında 2 qat rabitələn timin, guaninin qarşısında 3 qat rabitələn sitozin, sitozinin qarşısında 3 qat rabitələn nə gələcək? Guanin, timinin qarşısında adenin, sitozin, guanin, sitozin. Baxın. Adeninlə timin arasında baxın 2 hidrogen rabitəsi var, 2 qat. Guaninlə sitozin arasında 3 qat hidrogen rabitəsi var. İndi belə bir sual versəm sizə, ümumiyyətlə bunu bir yazaq ki, ümumiyyətlə bir var deyək ki, adeninlə timin arasında olan 2 qat hidrogen rabitələrinin sayı. Və yaxud da guaninlə sitozin arasında olan 3 qat hidrogen rabitəsinin sayı. Bir də var, qat adını çəkməyə, 2 qat, 3 qat adını çəkməyə, eləcə deyək ki, hidrogen rabitələrinin sayı. Bax, bunlar testlərdə, məsələlərdə müəllimləri ən çox çaşdıran faktlarlı fikirlərdir. Nə deməkdir bu? Yenə də təkrarlayıram. Bir var 2 qat hidrogen rabitəsinin sayı deyə, bir də 2 qat, 3 qat söhbəti işlətməyə, eləcə deyək ki, hidrogen rabitəsinin sayı. Yəni 2 qat, 3 qat demədən hidrogen rabitəsinin sayı deyə. Məsəl üçün, gəlin belə eləyək. Hal-hazırda burada neçə dənə adenin var? Gəlin sayaq adeninlərin sayını. 1, 2, 3. 3 dənə adenin var. Yaxşı, neçə dənə timin var? Gəlin, indi timinlərin sayını sayaq görək, neçə dənə timin var. Əgər 3 dənə adenin varsa, mütləq nə olacaq, müəllimlər, siz bilən? Ay, sağ olun, bəli. 3 dənə adenin varsa, mütləq 3 dənə də timin olmalıdır da. Çünki adeninin sayı timinin sayına bərabərdir axı. Düzdürmü? Ay, sağ olun. Yaxşı. İndi gəlin baxaq. Yaxşı, bəs burada neçə 2 qat hidrogen rabitəsi var? Mən 2 qat deyirəm, fikir verin. 2 qat bilsiz nə başa düşün 2 qatı? 2 ayaqqabı tayı, 2 cüt və yaxud da deyirəm ki, 2 cüt naskı, 2 cüt götürürük də, düzdür müəllimlər, ikisini də eyni götürürük. Yəni onları biz cüt götürürük də. İndi baxın, 2 qat hidrogen rabitələrinin sayını gəlin sayaq. Gəlin sayaq. Bax bu 1, bax bu 2, bu da 3. Deməli bunun da sayı oldu 3 dənə. İndi gəlin baxın. Deməli, adenin də 3 dənədir, timin də 3 dənədir, 2 qat hidrogen rabitəsinin sayı da 3 dənədir. Onda buradan belə bir termin, belə bir qayda yazırıq ki, deməli, belə bir qayda yazırıq ki, 2 qat hidrogen rabitələrinin sayı, 2 qat hidrogen rabitələrinin sayı adeninin və ya timinin sayına bərabər olur.
Görürsünüz, və ya deyirəm. 2 qat hidrogen rabitələrinin sayı adeninin və ya timinin sayına bərabər olur. İndi məsələnin həllində, şərtində sizə desə ki, molekulda 200 dənə 2 qat hidrogen rabitəsi var desə, onda o dəqiqə deyəcəksiniz ki, bu molekulda 200 dənə adenin var, 200 dənə timin var. Kimin var? Kimin? Və yaxud da elə yazdığınız yazının ardı ilə belə bir şey yazın. Belə bir şey yazın. 10 adeninlə 10 timin arasında neçə 2 qat hidrogen rabitəsi olar? 10 adeninlə 10 timinin arasında neçə dənə 2 qat hidrogen rabitəsi var desə, deyirsiniz ki, mikrofonu bağlayın müəllimə, səs gəlir. Deyirsiniz ki, 10 dənə. Baxın, 10 adeninlə 10 timin arasında neçə 2 qat hidrogen rabitəsi var? Elə 10 dənə. Çünki 2 qat hidrogen rabitəsinin sayı adeninlə timinin sayına bərabərdir. Bu şəkildən gördünüz. İndi gəlin guaninlə sitozinə baxaq. Görək eyni şeyi guanin və sitozin üçün də deyə bilərik, yoxsa deyə bilmərik. Gəlin baxaq. İndi gəlin fərqli bir rənglə guanini sayaq. 1, 2, 3, 4. 4 dənə guaninin var. İndi gəlin sitozini sayaq. Sitozini sayaq gəlin. 1, 2, 3, 4. Onsuz da bilirik ki, mütləq 4 dənə guanin varsa, 4 dənə də sitozin var. Yaxşı, bəs 3 qat hidrogen rabitəsinin sayı nə qədər olar siz bilən? Gəlin indi onu sayaq. Fikir verin. 1, sonra 2, 3, 4. Biraz qarışıq oldu, amma mən bilən başa düşürük. 3 qat hidrogen rabitəsinin sayı neçə dənə oldu? 4 dənə. Deməli, onda bu qaydanı yazırsınız. 3 qat hidrogen rabitəsinin sayı guanin və ya sitozinin sayına bərabərdir. 3 qat hidrogen rabitəsinin sayı guanin və ya deyirəm ha, yəni ikisinin cəmi yox. Ya guaninin ya da sitozinin sayına bərabərdir. İndi altından yazırıq. 5 dənə guaninlə 5 dənə sitozin arasında neçə 3 qat hidrogen rabitəsi olar siz bilən? 5 dənə guaninlə 5 dənə sitozin arasında neçə 3 qat hidrogen rabitəsi olar deyəndə deyəcəyik nə? Elə 5 dənə. 5 dənə. İndi məsəl üçün, tutaq ki, sizə belə bir şey desin. Desin ki, molekulda 100 ədəd 2 qat hidrogen rabitəsi olarsa, molekulda 100 ədəd 100 dənə 2 qat hidrogen rabitəsi olarsa, və yaxud da belə deyək, gəlin belə deyək. DNT molekulunda DNT-nin bir zəncirində 300 nukleotit var. Yazın məsələni müəllimlər, zəhmət olmasa. DNT-nin bir zəncirində 300 nukleotit var. İndi başa düşəcəksiniz ki, mən nə demək istəyirəm əslində. DNT-nin bir zəncirində 300 nukleotit olarsa, var və yaxud da var yazın. DNT-nin bir zəncirində 300 nukleotit var. Hidrogen rabitələri sayını tapar. Aha, yox, deyəcəm indi. DNT-nin bir zəncirində 300 nukleotit var və bu molekulda 202 qat hidrogen rabitəsi. 202 qat hidrogen rabitəsi. 200 deməyək, 200 deyək. Yoxsa bir dəqiqə dayanın. 200 desək, onda 100 deyək. 102 qat hidrogen rabitəsi olarsa, özümdən qururam, məsələn, ona görə biraz. Deməli, DNT-nin bir zəncirində 300 nukleotit var və bu molekulda 102 qat hidrogen rabitəsi olarsa, neçə guanin olar? Neçə guanin olar? Təkrarlayıram məsələni. DNT-nin bir zəncirində 300 nukleotit var və bu molekulda 100 dənə 2 qat hidrogen rabitəsi olarsa, neçə guanin olar?
Gəlin belə baxaq müəllimlər. Diqqətlə baxaq. Deyir DNT-nin bir zəncirində 300 nukleotid var. Əgər DNT-nin bir zəncirində 300 nukleotid olarsa, qarşı zəncirdə neçə nukleotid olar? Axı DNT 2 zəncirlidir. 300 birində, 300 birində. Cəmi 600. Baxın, deyir DNT-nin bir zəncirində 300 nukleotid var. Bir zəncirdə 300-dürsə, mütləq onun qarşısındakı zəncirdə də 300-dür. Deməli, 300 molekulda cəmi 600 dənə nukleotid olar. Sonra nə deyir? Və bu molekulda 100 dənə 2 qat hidrogen rabitəsi var. Deməli, əgər 2 qat hidrogen rabitəsinin sayı 100-dürsə, biz də bildik ki, 2 qat hidrogen rabitəsinin sayı adeninin və ya timinin sayına bərabərdir. Əgər molekulda 100 dənə 2 qat hidrogen rabitəsi varsa, deməli onda bu molekulda nə olacaq dedik? 100 dənə adenin olacaq, 100 dənə timin olacaq. Bura qədər bizə aydındır. Çünki 2 qat hidrogen rabitəsinin sayı 100-dürsə, deməli 100 adenin var, 100 timin var. Cəmi də 600 dənə nukleotid tapdıq. Çünki bir zəncirdə 300-dürsə, onun qarşısındakı zəncirdə də mütləq 300 olmalıdır. İndi 100-ün üstünə 100 gələndə elədi 200. 600-dən 200-ü çıxırıq ki, görək bəs yaxşı, guaninlə sitozinə nə qədər qalır? Elədi 400. Deməli, 400 dənə də guanin və sitozin var. Və məsələnin şərtində bizdən guanini istədiyinə görə biz də bilirik ki, bu 400-ün yarısı, yəni 200-ü guaninin payına düşəcək, 200-ü də nəyin payına düşəcək? Sitozinin. Deməli, cavab nə elədi? 200. Aydındır müəllimlər? 5 neydi? 5 çarpı. Necə? Yox. Bu sitozindir. Sitozindir, bəli, bəli. Demək müəllimlər, buradan mən sizə əslində nəyi demək istədim? Siz gördünüz, biz 2 qat hidrogen rabitəsinin sayını bilməklə hara keçdik? Adenin və timinin sayını tapdıq. Yəni, bir qayda olaraq yadımızda qalsın ki, 2 qat hidrogen rabitəsinin sayı adenin və timinin, 3 qat hidrogen rabitəsinin sayı isə guanin və sitozinin sayına bərabərdir. Yaxşı, bayaq qat dedim, cüt şəkildə götürdüm. İndi qat deməyəcəm. İndi nə deyəcəm? Adenin və timin arasında olan hidrogen rabitəsinin sayı. Baxın, artıq qatı qoydum qırağa. Hidrogen rabitəsinin. Bayaq cüt şəkildə götürdünüz. Belə hesabladınız, cüt şəkildə. Amma indi hidrogen rabitəsi, indi tək-tək sayacağıq. İndi gəlin bura baxın. Yenə yazım. Adenin, guanin, sitozin, timin, adenin. İndi baxın. Bunlar arasında qarşısında timin, guaninin qarşısında 3 qat rabitənlə sitozin, guaninin qarşısında sitozin, sitozinin qarşısında guanin, timinin qarşısında adenin, adeninin qarşısında timin. Fikir verin, adeninin qarşısında timin durur, arasında 2 qat rabitə, guaninin qarşısında sitozin durur, arasında 3 qat rabitə. İndi desəm ki, burada neçə dənə 2 qat hidrogen rabitəsi var, onda belə sayacaqsınız. Bura baxın, cüt-cüt, 1, cüt şəkildə 2, 3 dənə. 3 dənə 2 qatdır. Elə 3 dənə adenindir, 3 dənə də timindir. Desəm burada neçə dənə 3 qat hidrogen rabitəsi var, onda yenə cüt-cüt sayacaqsınız. Baxın, məsəl üçün 1, 2, 3. Deyəcəksiniz 3 dənə. Elə 3 dənə guanindir, 3 dənə sitozindir. İndi belə deyirəm. Baxın, deyirəm adenin və timin arasında olan hidrogen rabitəsinin sayını tap. Artıq 2 qat, 3 qat demirəm. Yadımızda qalsın. Adeninlə timin arasında olan hidrogen rabitələrinin sayı elə adeninlə timinin cəminə bərabərdir. Bu nə deməkdir? Məsəl üçün, baxın, biz adeninlə timin arasında olan hidrogen rabitəsinin sayını tapmaq üçün 2A və yaxud da 2T yaza bilərik. Yəni, 2-ni vururuq adeninin sayına və yaxud da 2-ni vururuq timinin sayına. Yəni, məsəl üçün, molekulda əgər belə götürsə, məsəl üçün deyirəm ki, DNT molekulunda, götürək belə, fikir verin. Tutaq ki, yazım, 10 dənə adenin varsa, qarşısında da mütləq nə olacaq? 10 dənə timin olacaq. İndi deyirəm ki, 10 adeninlə 10 timin arasında neçə hidrogen rabitəsi var? Artıq 2 qat demirəm. Hidrogen deyəndə bunları tək-tək sayırsınız. Bu iki tək-tək. 10, 10, 20 dənə.
20 dənə hidrogen. 10 adenindən 10 timin arasında neçə hidrogen rabitəsi var? Baxın, onu vurun 2-yə. Onu vurun bu 2-yə. 2 dənə rabitənin sayına. 20. Və yaxud da belə deyirik. Sual olunur testlər ki, hansı nukleotidlərdir ki, onlar arasında olan hidrogen rabitələrinin sayı onların ikisinin cəminə bərabərdir. Deyirik adenin və timin. 10 dənə adenin varsa, 10 dənə timin var, 20 dənə hidrogen rabitəsi var. 30 dənə adenin varsa, 30 dənə timin var, 60 dənə hidrogen rabitəsi var. 5 dənə adenin varsa, 5 dənə timin var, 10 dənə hidrogen rabitəsi var, cəminə bərabərdir. Amma guanin və sitozin bu cür deyil. Gəlin baxaq, məsəl üçün, tutaq ki, desəm ki, 10 dənə guaninlə 10 dənə sitozin arasında neçə hidrogen rabitəsi var, onu vurursunuz 3-ə, hidrogen rabitəsinin sayına. 30 dənə hidrogen rabitəsi var. Deməli, onu vurdunuz 3-ə. Adeninlə, məsələn, 10 adeninlə 10 timin arasında neçə hidrogen rabitəsi var deyəndə dediniz ki, 20 hidrogen rabitəsi var. Yəni, bunların cəminə bərabərdir. Baxın, onu vurun bu 2-yə, hidrogen rabitəsinin sayına, 20. Amma burada onu vurdunuz bu 3-ə, 30. Burada cəminə bərabər olmadı. Və testdə də soruşur ki, hansı nukleotidlərdir ki, onların arasında olan hidrogen rabitələrinin sayı onların ikisinin bir yerdə cəminə bərabərdir. İkisinin bir yerdə cəminə bərabərdir. Deyirik, bu adenin və timindir. 10 adenin varsa 10 timin var, 20 də hidrogen rabitəsi var. Amma guanin, sitozin arasında olan hidrogen rabitələrinin sayı onların cəminə bərabər deyil. Buradan görünür 10 sitozindən 10 guaninlə 10 sitozinin arasında 20 yox, 30 hidrogen rabitəsi var. Gəlin belə bir məsələ yazaq indi. Məsəl üçün deyirəm ki, DNT-nin bir zəncirində götürək ki, 40 dənə adenin var, 30 dənə sitozin var, müəllimlər. DNT-nin bir zəncirində 40 dənə adenin var, 30 dənə sitozin var. Əgər DNT-nin bir zəncirində 40 adenin varsa, qonşu zəncirdən neçə timin olacaq adeninin qarşısında? 40 timin olacaq, bəli. 30 sitozin varsa, qarşı zəncirdə sitozinin qarşısında neçə guanin olacaq? 30 da guanin olacaq. Yaxşı, adeninlə timin arasında neçə hidrogen rabitəsi olur? 2 qat. Guaninlə sitozin arasında neçə hidrogen rabitəsi? 3 qat. Ay sağ olun. İndi deyirəm ki, 40 adenin 40 timin varsa, bunlar arasında cəmi neçə hidrogen rabitəsi olar? Hidrogen. Ay sağ olun. 80. Çünki biz bilirik ki, adenin və timin arasında olan hidrogen rabitələrinin sayı onların cəminə bərabərdir. Və yaxud da 40-ı vurun bu 2-yə, 80. İndi deyirəm ki, 30 sitozinlə 30 guanin arasında neçə hidrogen rabitəsi olar? 90. Bəli, 30-u vurdunuz 3-ə, 90. Görürsünüz, artıq bunlarda cəminə bərabər olmadı. 30-u vurdunuz 3-ə, dedik ki, 90. İndi sualı belə verirəm, hidrogen demirəm. Deyirəm, 40 adenindən 40 timin arasında neçə 2 qat hidrogen rabitəsi olar? Ay sağ olun, əla, 40. Birinin sayına bərabərdir. İndi deyirəm ki, 30 sitozinlə 30 guanin arasında neçə 3 qat hidrogen rabitəsi olar? Ay sağ olun müəllimə, aydındır deməli. 30, bəli. Bəli. Cüt soruşsa 2 qat, 3 qat soruşsa birinin sayını götürürsünüz. Ya adeninin, ya sitozinin. Yox, hidrogen desə, ümumi desə, onda bu qaydadan istifadə edirik. Mənə elə gəlir ki, daha çətin bir şey olmaz. İndi bir dəfə də qulaq asanda bəli, başa düşəcəksiniz. İndi keçirik nəyə? İndi müəllimlər, nukleotidlər arasında olan hidrogen rabitəsinin hesablanmasına gəlin baxaq. Dedik ki, adeninlə timinin arasında 2 qat, guaninlə sitozinin arasında 3 qat hidrogen rabitəsi var. Ümumi hidrogen rabitəsinin hesablanma düsturu bu cürdür. Hidrogen rabitəsi bərabərdir.
nukleotid üstəgəl ya guanin də yaza bilərsiniz və yaxud da ümumi hidrogen rabitəsi bərabərdir. Nukleotid üstəgəl biz bilirik ki, guanin sitozinlə komplementardır. Guaninin yerinə sitozin də yaza bilərsiniz. Bax, bu düstur bizim ana düsturumuzdur. Ya yazırıq hidrogen üstəgəl, H hidrogen rabitəsi deməkdir. Hidrogen rabitəsi bərabərdir ümumi nukleotid üstəgəl guanin ya da ümumi nukleotid üstəgəl sitozin. İndi bu düsturdan hansı düsturlar çıxır? Baxın, yazıram. Hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotidin yanına belə yaza bilərik kimi adenin, üstəgəl timin, üstəgəl sitozin, üstəgəl guanin. Çünki ümumi nukleotid deyəndə 4 dənə nukleotid var axı. Adenin, timin, sitozin, guanin. Üstəgəl bu guanin, baxın, bu guanini də yazdım. Bu. İndi baxaq. Bu adeninin, bu timinin yerinə adenin yaza bilərik. Çünki onsuz da 5 dənə adenin varsa 5 dənə də timin var. 40 dənə adenin varsa 40 dənə də timin var. Çünki say bir-birinə bərabərdir də. Onda elə timinin yerinə yazıram elə adenin. Üstəgəl. Sitozin, guanin. Elə bu sitozinin yerinə guanin də yaza bilərəm də. Çünki sayları bir-birinə bərabərdir. Üstəgəl, bax bu guanin. Yazdım. İndi hidrogen rabitəsi bərabərdir. 2 adenin, üstəgəl 3 guanin. Bax, düstur bu şəkilə düşdü. Çünki burada adenin yerinə, timinin yerinə adenin yazdım. Çünki sayılar onsuz da bərabərdir də, komplementardır. Sitozinin yerinə də guanin yazdım, onsuz da say bərabərdir. Və bu cür düstur aldım. Və yaxud da bu düsturu belə də yaza bilərdim. Baxın, məsəl üçün belə deyə bilərdik. Deməli, hidrogen rabitəsi bərabərdir. Nukleotid üstəgəl guanin. Hidrogen rabitəsi bərabərdir. 2 adenin üstəgəl 3 guanin. Bunu bayaq yazdım. Və yaxud da bunu belə də yaza bilərdik. Orada timinin yerinə adenin götürdüm. İndi yazardım adeninin yerinə timin götürərdim. 3 guanin. Və yaxud da yazardım 2 adenin üstəgəl 3 sitozin. Və yaxud da yazardım 2 deməli timin üstəgəl 3 sitozin. Baxın, yəni hər cür yazmaq mümkündür. Guaninin yerinə sitozini, sitozinin yerinə guanini, adeninin yerinə timini, timinin yerinə adenin qoymaqla yazmaq mümkündür. Deməli, bir də yazıram. Hidrogen rabitəsi bərabərdir. Nukleotid üstəgəl guanin. Birinci bunu yazaq, sonra sitozinə keçərik. Siz müəllimlər dəftərinizə qeyd edin ki, gözünüzün qarşısında olsun. Hidrogen rabitəsi bərabərdir. Nə yazdım? 2 adenin üstəgəl 3 guanin və yaxud da hidrogen rabitəsi bərabərdir. 2 timin üstəgəl 3 guanin. Bu bir düstur. Və yaxud da bu düsturu belə də yaza bilərik. İndi burada guaninin yerinə götürərəm sitozin. Guaninin yerinə sitozin götürsəm, onda bunları da sitozin olaraq dəyişə bilərəm. Baxın, 2 adenin üstəgəl 3 sitozin, 2 timin üstəgəl 3 sitozin. Yəni, bu cürdə dəyişib yaza bilərik. Buna aid testlər DİM-də də var, TAIM-də də var, işləyəndə görəcəksiniz. Və bu da əsas əzbərləmək lazım deyil, bilmək lazımdır ki, bu hardan yarandı, yəni necə meydana gəldi. Bunu da qeyd etdim ki, bu hardan meydana gəldi. Ümumi bir düstur yazdıq. Nukleotid üstəgəl guanin, guaninin yerinə sitozin də yaza bilərik. Ümumi nukleotid dedikdə adenin, timin, sitozin, guanin nəzərdə tutulur. Yəni, bax, bunu yazdım ümumi nukleotidin yerinə. Üstəgəl buradakı guanin. İndi baxın, burada timinin yerinə adenin, sitozinin yerinə guanin götürsək, eləyəcək 2 adenin üstəgəl 3 guanin və yaxud da burada adeninin yerinə timin, üstəgəl timin, üstəgəl sitozinin yerinə guanin, guanin yazsaq, eləyəcək 2 timin üstəgəl 3 guanin və yaxud da sitozin yazsaq yenə eyni şey. Bax, yenə həmin o düsturlar alınacaq. Yəni, mən gəl ki, burada da çətinlik olmaz, problem olmaz. Olsa yenə izah edərəm. Yəni, heç bir narahatçılığı yoxdur. Bundan başqa nə deyək, müəllimlər? Bundan başqa azotlu əsaslarla bağlı bir də bir şey qeyd edeyim ki, bayaq yazdıq ki, adeninin qarşısında timin durur, guaninin qarşısında sitozin durur. Eyni zamanda bu deməli azot əsasları qeyd etdik ki, bir-birinə komplementar olaraq dayanırlar. Böyüyün qarşısında balaca, böyüyün qarşısında balaca, bu cür. İndi gəlin keçək nəyə, müəllimlər? Gəlin keçək biz nukleotidin digər hissəsinə. Bax, dedik ki, nədən təşkil olunmuşdu azot əsasdan?
Və burada nədən təşkil olundu dedik? Karbohidratdan. Karbohidrat nədir? Özdə 5 karbonludur. 5 karbonlu sadə karbohidratdır. Deməli, karbohidratları sadə və mürəkkəb olaraq ayırmışdıq. Əgər burada yadınızda etsə, baxın. Burada karbohidratları keçəndə, müəllimlər, biz dedik ki, suda həll olma qabiliyyətinə görə, yoxsa hə, o biri PDF-dədir. Suda həll olma qabiliyyətinə görə biz karbohidratları bölmüşdük 2 qrupa. Onların bir qrupuna demişdik sadə, birinə mürəkkəb. Dedik ki, qeyd etdik ki, sadə karbohidratların özü də bölünür mono və disaxaritlərə. Monosaxaritlərin özü də karbonun sayına görə 5 karbonlu, 6 karbonlu. 5 karbonlu pentoza, 6 karbonlu heksoza. Bax, nuklein turşularının tərkibinə daxil olan 5 karbonlulardır. 5 karbonlu pentozalar. Yəni, DNT-nin tərkibinə daxil olub C5H10O4. Bu DNT-nin. RNT-nin tərkibinə daxil olur C5H10O5. Bu pentozaya DNT-nin tərkibinə daxil olana deyirik dezoksiriboza. Bax, elə D ilə başlayır. D. RNT-nin tərkibinə daxil olana deyirik riboza. 5 karbonludurlar və orqanizmdə energetik yox, yalnız inşaat funksiyası yerinə yetirirlər. Bax, elə karbohidratları keçəndə qeyd etmişdik ki, karbohidratların əsas funksiyası energetikdir və bir də inşaatdır. İnşaat elə bax, biri də budur. Orqanizmamızda olan nuklein turşularının əsas tərkib hissəsidirlər. Bura diqqət yetirsək görərik ki, müəllimlər, DNT-nin tərkibinə daxil olan dezoksiriboza, RNT-nin tərkibinə daxil olan ribozadan bir oksigen əskikdir. C5H10O4, bu C5H10O5. İndi sizə sual verilsə ki, dezoksiriboza ağırdır, yoxsa riboza? Kütlə baxımından deməli riboza. Çünki nə qədər ağırdır? Oksigenin atom çəkisi nəyə bərabər idi? 16-ya. 16 qram riboza dezoksiribozadan ağırdır. İndi yaxşı, sual verilsə ki, məsəl üçün, tutaq ki, DNT-nin tərkibinə daxil olan adenin azot nukleotidi, baxın, məsəl üçün, bu olsun DNT-nin, tutaq ki, adenin nukleotidi, bu olsun RNT-nin adenin nukleotidi. Deyilsə ki, siz bilən DNT-nin adeninli nukleotidi böyükdür, yoxsa RNT-nin adeninli nukleotidi böyükdür. Onda deyəcəksiniz ki, RNT-nin. Niyə görə RNT-nin? Çünki, baxın, ona görə RNT-nin böyükdür ki, burada pentozada DNT-də duracaq C5H10O4, amma RNT-də duracaq C5H10O5. Ona görə DNT-nin adeninli, guaninli, stozinli nukleotidləri, azotlu əsas demirəm ha, nukleotidləri, azotlu əsas, bu bax, bu bütöv nukleotiddir, amma azotlu əsas budur. Azotlu əsas nukleotidin bir hissəsidir. DNT-nin adeninli, guaninli, stozinli nukleotidləri kiçikdir. RNT-nin adeninli, guaninli, stozinli nukleotidlərindən. Çünki RNT-də pentoza C5H10O5'dir. 16 qram RNT-nin adeninli nukleotidi. DNT-nin adeninli nukleotidindən 16 qram böyükdür. RNT-nin stozinli nukleotidi, guaninli nukleotidi, DNT-nin stozinli guaninli nukleotidindən 16 qram böyükdür. Bunu da bu cür götürəcəyik. İndi bir də bir sual versələr ki, yaxşı, dediniz ki, adenin nukleotidi hansında böyük oldu? Bir də təkrarlayaq, RNT-də böyük oldu. Keçək digər hissələrə. Qaldı ortofosfat turşusu, onda bayaq qeyd etdim, H3PO4 ortofosfat turşusu. Nukleotidin tərkibi aid oldu azotlu əsasdan, 5 karbonlu karbohidratdan və ortofosfat turşusundan. Kütləsi nə qədərdir? 300 atom kütlə vahidi. Bir nukleotidin kütləsi 300 atom kütlə vahidinə bərabərdir. Uzunluğu nə qədərdir? 0,34 nanometr. Uzunluğu 0,34 nanometr, kütləsi 300 atom kütlə vahidinə bərabərdir. Məhz buna görə DNT və RNT molekulunun uzunluğunu və çəkisini öyrənə bilərik, yəni hesablaya
bilərik deyirik. Yaxşı, bu necə baş verir, necə hesablayırıq? Bax, bunlar da hamısı deməli burada yoxdur deyəcəm. İndi məsəl üçün tutaq ki, necə hesablaya bilərsiniz? Sizə desələr ki, DNT molekulunda məsəl üçün 200 dənə nukleotid var. Bu DNT-nin ölçüsünü hesabla. Onda 200-ü vuracaqsınız nəyə? 300-ə vuracaqsınız. Və yaxud da desək ki, DNT molekulunda n dənə nukleotid varsa, bu DNT molekulunun uzunluğunu hesabla, eni vurursunuz, kütləsini hesabla, üzr istəyirəm, vurursunuz 300-ə. Eni vurursunuz 300-ə. Desək ki, n dənə nukleotid varsa, bu DNT molekulunun uzunluğunu hesabla, eni vurursunuz 0,34-ə. Çünki bir nukleotidin uzunluğu 0,34, kütləsi 300 atom kütlə vahidinə bərabərdir. Yaxşı, müəllimlər, gəlin keçək bu hissəyə. Bax, şəkildə gördüyünüz bu hissə RNT zənciridir. Bu isə DNT molekuludur. Bu RNT molekuludur. Bu DNT molekuludur. RNT molekulu bir zəncirdən, DNT molekulu isə iki zəncirdən ibarətdir. Amma RNT molekulunun 3 növü var, DNT molekulunun isə bir növü var. Yaxşı, sizə bir də belə bir sual verilə bilər. Bayaqdan mən deyirəm ki, RNT-də hidrogen rabitəsi yoxdur. Çünki bir zəncirlidir. Amma DNT-nin iki zənciri olduğuna görə orada komplementar nukleotidlər arasında nə var? Hidrogen rabitəsi var. Birdən sizə sual verilsə ki, RNT-nin heç bir növündə hidrogen rabitəsi yoxdur və yaxud da belə bir sual verilə bilər ki, RNT-nin hansı növündə hidrogen rabitəsinə rast gəlinir? Onda deyəcəksiniz ki, RNT-nin bir növü olan nəqliyyat RNT-sində, yəni N-RNT, nəqliyyat RNT-sində hidrogen rabitəsinə rast gəlinir. Çünki nəqliyyat RNT-si, nəqliyyat adına baxın, nəql etmək, daşımaq, amin turşularını daşımaq xassəsinə malikdir. Ona görə də hidrogen rabitəsinin hesabına yonca yarpağı və yaxud da xaç şəklini alıb. Baxın, yonca yarpağı və yaxud da xaç şəklini alıb. Və bu da məhz nəyin sayəsindədir? Komplementar nukleotidlər arasında hidrogen rabitəsinin əmələ gəlməsi hesabınadır. Əgər bu cür şəkili almasa, o amin turşusunu daşıyıb, zülalın biosintez zamanı amin turşusunu, bax burada alanin amin turşusu, baxın, daşıyıb ribosoma gətirə bilməz. Deməli, qeyd etdik ki, RNT-nin də yalnız bir növündə, nəqliyyat RNT-sində nəyə rast gəlinir? Hidrogen rabitəsinə rast gəlinir. Deməli, DNT bir növü var, RNT-nin 3 növü var. DNT-nin 2 zənciri var, RNT-nin bir zənciri var. DNT-də hidrogen rabitəsi var, RNT-nin yalnız bir növündə, nəqliyyat RNT-sində hidrogen rabitəsi var. DNT-də biopolimerdir, RNT-də biopolimerdir. DNT-nin də monomeri nukleotidlərdir, RNT-nin də monomeri nukleotidlərdir. Və qeyd etdik ki, DNT-də adenin var, adenin nukleotidi var, RNT-də də adenin nukleotidi var. DNT-də də sitozin nukleotidi var, RNT-də də var. DNT-də də guanin nukleotidi var, RNT-də də var və DNT-də timin nukleotididir, RNT-də isə urasil nukleotididir. Hər ikisində olan azotlu əsas adenin, guanin, sitozin oldu. Timin və urasil isə timin DNT-də, urasil isə RNT-də oldu deyirik. Və DNT-nin bu adeninli nukleotidinin RNT-nin adeninli nukleotidindən nə qədər kiçik oldu dedik? 16 qram kiçik oldu. Niyə? Çünki burada C5H10O4 pentozası var, yəni bu mavi ilə verilən. Amma buradakı bu pentoza C5H10O5-dir. Ona görə fərq yarandı deyirik. Deməli, onda belə çıxır ki, DNT-nin sizə desələr ki, DNT-nin adeninli nukleotidini yaz, onda deyirsiniz azot əsası, baxın buranı silək. Adenin C5H10O4 dezoksiriboza və orta fosfat turşusu. Amma burada nə deyəcəksiniz? Adenin C5H10O5 riboza və orta fosfat turşusu. Deməli, nəyə görə fərqləndi? Pentoza, karbohidrata görə fərqləndi. Ona görə də deyirik, bax, DNT-də olan adeninlə RNT-də olan adenin eyni deyil. DNT-də olan sitozinlə
RNT-də olan sitozin eyni deyil. Guaninlə guanin eyni deyil. Timinlə urasil də fərqlidir. Deməli, onda neçə növ nukleotidə rast gəlindi? 4 növ burada. Adeninli, sitozinli, timinli, guaninli nukleotid. 4 növ də burada. Cəmi neçə növ nukleotidə rast gəlindi? 8 növ nukleotidə rast gəlindi. Bəs neçə növ azotlu əsasa rast gəlindi deyəndə deyirik adenin azotlu əsası, sitozin azotlu əsası, timin azotlu əsası, guanin azotlu əsası və urasil azotlu əsası. 5 növ azotlu əsasa rast gəlindi. Hər iki nukleotiddə, hər iki nuklein turşusunda 8 növ nukleotid və 5 növ nəyə rast gəlindi? Azotlu əsasa rast gəlindi. İndi gəlin nəyə baxaq? Bir baxaq görək. Bu iki zənciri biz qeyd etdik ki, DNT molekulunun iki zəncirini bir-birinə nə bağladı? Hidrogen rabitəsi. Və geniş şəkildə o barədə məlumat verdik. Bir dənə azotlu əsaslardan nə qalıb? Mən istədim ki, bu şəkili gətirim ki, siz daha tamam başa düşəsiniz. Baxın, deyirəm ki, adenin azotlu əsası. Nukleotidi demirəm ha. Nukleotid deyəndə tamam bu gedir. Amma azotlu əsas deyəndə yalnız bu gedir, sarı, bir hissəsi gedir. Məsəl üçün, insan orqanizmi deyəndə tam götürürük. Amma ayaq deyəndə tək ayağımızı götürürük, əl deyəndə tək əlimizi götürürük. Bu da eyni şeydir. İndi desəm ki, adenin azotlu əsası istəyir zəncirin əvvəlində gəlsin, istəyir zəncirin sonunda gəlsin, istəyir ortasında gəlsin, fərq eləmir. Adenin və ya timin azotlu əsası neçə rabitə ilə birləşə bilər? Yəni, yenə deyirəm, zəncirin harasında olur olsun fərq eləmir. Söhbət azotlu əsasdan gedir. Adenin və ya timin azotlu əsası istəyir zəncirin əvvəlində, istəyir ortasında, sonunda. Neçə rabitə deyəndə deyirsiniz 3 rabitə. Onun ikisi hidrogen, biri kovalent rabitə. İndi deyəcəksiniz, hanı o? Baxın, qırmızı ilə siz göstərirəm. İkisi hidrogen, biri kovalent. Deməli, kovalent, hardan çıxdı kovalent? Gəlin, bura keçək. Bura baxın. Bir dəqiqə. Bura baxın. Bax, bir nukleotidin daxilində bu azot əsası, bu özünün pentozasına nə ilə bağlanıbdır? Bura baxın. Kovalent rabitənə. Yaxşı, özünün orta fosfatına nə ilə bağlanıb? O da kovalent rabitənə. Deməli, buna biz deyirik nukleotid daxili. Deməli, kovalent rabitəni biz böldük 2 qrupa. Nukleotid daxili, nukleotid arası. Bir dənə nukleotidin daxilində neçə kovalent rabitə var? 2 kovalent rabitə var. Hansıdır? Biri həmin nukleotidin azotlu əsası ilə karbohidratı arasında, bu 1. O birisi isə karbohidratı ilə orta fosfatı arasında, bu da 2. Nukleotid daxilində neçə kovalent rabitə var? 2. Əgər 5 nukleotid varsa, nukleotid daxili neçə kovalent rabitə var? 10. 5 dəfə 2, 10. Birində 2-dirsə, 5-də 10. Əgər 10 dənə zəncirdə 10 dənə nukleotid olarsa, DNT-nin bir zəncirində 10 dənə nukleotid olarsa, bir dəqiqə, bura baxın, tutaq ki, DNT-nin bu bir zənciridir, bu hissə, bu mənim özü yazmışam əllə, bir zəncirdə neçə nukleotid var? Adenin, guanin, sitozin, timin, 4 nukleotid var. Əgər bir zəncirdə 4 nukleotid olarsa, hər nukleotiddə neçə nukleotid daxili, neçə kovalent rabitə olar? 8. Niyə baxın? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, bir nukleotidin adeninli azotlu əsası öz pentozasına kovalent rabitənən, onun pentozası özünün fosfatına ikinci kovalent rabitənən. Cəmi neçə dənə olacaq? Nukleotid daxili 8. O birisi zənciri də nəzərə alsaq, orada da 8, cəmi 16. Deməli, DNT-nin bir zəncirində nukleotid daxili kovalent rabitənin sayını tapmaq üçün nə edirik? Nukleotid sayını vururuq 2-yə. Burada da
Molekulda tapmaq üçün onda nukleotit sayını vururuq nəyə? 4-ə. Nəyə görə? Çünki bir nukleotidin daxilində 2 nukleotit daxili kovalent rabitə var. İndi mən bayaq nə dedim? Mən bayaq bunu dedim ki, adenin azotlu əsası və timin azotlu əsası istəyir zəncirin əvvəlində gəlsinlər, istəyir sonunda gəlsinlər, fərq eləmir. Onlar neçə rabitə ilə birləşir? 3 dənə. İkisi hidrogen, baxın, biri kovalent rabitə. Baxın, deyil. İkisi hidrogen, biri kovalent. Cəmi 3 rabitə. İstəyir ortada gəlsin, fərq eləmir. Azotlu əsasdan söhbət gedir. Guanin və sitozin azotlu əsası istəyir zəncirin əvvəlində, istəyir ortasında, istəyir sonunda, fərq etmir. 4 dənə rabitə ilə bağlanır. Onun 3'ü hidrogen, biri isə özünün pentozasına kovalent rabitə ilə bağlanır deyirik. İndi bu azotlu əsasları yekunlaşdırdıq. Keçdik nukleotidlərə. İndi artıq azotlu əsaslar haqqında yetərlicə artıqlaması ilə nə lazımdır dedim. Keçirik indi nukleotidlərə. Müəllimlər, burada bir qədər diqqətli olaq. Qeyd etdik ki, bu şəkildə də sizə qeyd etdim ki, nukleotidlər bir-biri ilə bağlandı kovalent rabitə ilə. Və buna biz dedik nukleotid daxili, nukleotid daxili kovalent rabitə. Bir nukleotidin daxilində neçə kovalent rabitə var? 2. Onun biri azotlu əsasla pentoz arasında, digəri pentoza ilə ortofosfat turşusunun arasında bağlanır. Bunu qoyduq qırağa. İndi sizə desələr ki, yaxşı, bəs nukleotid arası neçə kovalent rabitə var? İndi keçirik bura. Bura biraz qarışıqdır. Ona görə mən bunu çəkmişəm. Burada daha yaxşı görünür. Gəlin bunun üzərində yavaş-yavaş izah aparım. Bax, bu adenin nukleotididir. Adenin nukleotidi bir dənə kovalent rabitə vasitəsilə, baxın, K yazmışam. Bir kovalent rabitə vasitəsilə bağlandı nəyə? Özünün pentozasına. Özünün pentozası ikinci kovalent rabitə ilə nəyə bağlandı? Özünün fosfatına bağlandı, ortofosfat turşusuna. Nukleotid daxilində neçə kovalent rabitə oldu? 2. Eyni şeyi guanin üçün də deyə bilərik. Bax, guanin də eyni şey oldu. İndi burada görürəm ki, başqa bir rabitə də var və burada K yazılıb. Deməli, yaxşı, bu nukleotid daxilində bildik. Bəs bu adenin nukleotidi, bu guanin nukleotidi ilə bir zəncirdə hansı rabitə ilə bağlanır? Kovalent rabitə ilə bağlanır. Deməli, bir zəncir o biri zəncirə hidrogen rabitəsi ilə bağlanır və azot əsasları arasında olur. Amma bir zəncirdəki bu nukleotidlər bir-birinə, baxın, kovalent rabitə vasitəsi ilə bağlanır. Və buna deyirlər artıq nukleotidlər arası kovalent rabitə. Fikir verin, adenin nukleotidi ilə timin nukleotidin arasında bir kovalent rabitə, guaninlə sitozinin arasında ikinci kovalent rabitə, sitozinlə timinin arasında üçüncü kovalent rabitə. Burada neçə dənə nukleotid oldu? 4 dənə. Bəs neçə dənə kovalent rabitə oldu? 3 dənə. Və buradan neçə mol su ayrıldı? Elə 3 mol su ayrıldı. Deməli deyirik ki, DNT-nin bir zənciri o biri zəncirinə molekula əmələ gələn zaman hidrogen rabitəsi vasitəsilə azotlu əsaslar arasında bir azotlu əsasın o birisi azotlu əsası hidrogen rabitəsi. Amma DNT-nin bir zəncirə əmələ gələndə onda bir nukleotid o birisi nukleotidə kovalent rabitə vasitəsilə bağlanır. Bunun da böyük bir bioloji rolu var. Rol ondan ibarətdir ki, DNT zənciri qırılmır, gec qırmaq lazımdır. Kovalent rabitə güclüdür. Amma hidrogen rabitəsi kovalent rabitəsindən 14 dəfə zəifdir. Və hüceyrənin çoxalması zamanı DNT-nin reduplikasiyası baş verir. Yəni replikasiyası, ikiləşməsi baş verir. Və bu zaman bu zəncir ortadan qırılıb ayrılmalıdır. Ona görə hidrogen rabitəsi seçilib ki, hidrogen rabitəsi kovalent rabitədən zəifdir. Rahatlıqla bölünə bilsin, qırıla bilsin, daha çox enerji sərf etməsin deyənə bir zəncir o biri zəncirə hidrogen rabitəsi, zəif hidrogen rabitəsi. Amma zəncirin nukleotidləri bir-birinə
nə ilə bağlanır? Kovalent rabitə vasitəsilə bağlanır. Və yadımızda qalsın, DNT zənciri əmələ gələn zaman, bir nukleotidin karbohidratı ilə o birisi nukleotidin ortofosfat turşusu arasında kovalent rabitə yaranır. Fikir verin, birinin karbohidratı o birisinin ortofosfatına, birinin karbohidratı o birisinin ortofosfatına bağlanır. Və bu zaman nə olur? N-1 mol su əmələ gəlir. Eyni zamanda N-1 mol kovalent rabitə əmələ gəlir. Məsəl üçün, əgər N sayda nukleotid olarsa bir zəncirdə, N-1 mol su ayrılar, o qədər də kovalent rabitə əmələ gəlir. Eyni buğum arası kimi. 5 buğum varsa, 4 dənə buğum arası var. Eyni şey. Və yaxud da eyni ilə amin turşuları birləşib ziol əmələ gətirən zaman 5 dənə amin turşusu birləşibsə 4 mol su, 4 dənə peptid rabitə. Eyni şeyi burada da deyirsiniz. Əgər indi bura fikir verin, 4 dənə burada nukleotid varsa nə qədər kovalent rabitə oldu fikir verin? 1, 2, 3 dənə. Deməli N-1. Deməli DNT-nin bir zəncir əmələ gələn zaman ayrılan suyun molunu və əmələ gələn kovalent rabitənin sayını N-1 düsturu ilə tapırıq. 100 dənə nukleotid varsa 99 mol su, 99 dənə kovalent nukleotid arası kovalent rabitə yaranacaq. 10 dənə nukleotid varsa 9 mol su, 9 dənə nukleotid arası kovalent rabitə yaranacaq bir zəncir üçün. Növbəti zəncir üçün də eyni şeyi yazsaq, ondan molekul üçün N-2 düsturundan istifadə edəcəyik. Deməli, DNT-nin bir zəncir üçün ayrılan suyun və əmələ gələn kovalent rabitənin sayını N-1, molekul üçün soruşsalar N-2 düsturu ilə hesablayırıq, tapırıq. Yaxşı, gəlin biraz da dərinə gedib izah eləyək. Çünki sualların hansı səviyyədə düşəcəyi bilinmir. Ona görə də yəni tam dərinə gedib biraz da izah eləyək. Baxın müəllimlər, burada qeyd etdim ki, nukleotid daxili, deməli biz kovalent rabitəni neçə qrupa böldük? 2 qrupa. Nukleotid daxili, nukleotid arası. Nukleotid daxili dedikdə bunları götürdük. Nukleotid arası dedikdə isə bunları götürdük. İndi baxın, əgər sizə desələr ki, bu molekula bir dənə fikir verək. İndi baxın, bir şey də yazdırım. Bayaq azotlu əsası yazdırdım. İndi nukleotidi yazdırım. İndi belə bir şey yazırıq. Deməli, deyirik ki, qoy göstərək, sonra sizə rahat olsun. Tutaq ki, baxın, bu adenin nukleotididir. Adenin nukleotidi, bax, tam şəkildə yazın. Bu bizim adeninli nukleotidimiz. Azotlu əsası, karbohidratı, mikrofonu bağlayın müəllimə. Ortofosfat turşusu. Bu bir kovalent rabitə, bu da ikinci nukleotid daxili kovalent rabitə. Düzdürmü? Əgər adenin nukleotidi, yəni bu, əgər adenin nukleotidi zəncirin əvvəlində gələrsə və yaxud da zəncirin sonunda gələrsə, baxın, burada adenin və yaxud da timini də götürə bilərik. Baxın, zəncirin əvvəlində gəlib. Neçə rabitənə birləşib? 1, 2, bura baxın, 3. Yazıram. Adenin və ya timin nukleotidi, bayaq azotlu əsası idi. İndi nukleotid deyirəm. Adenin və ya timin nukleotidi zəncirin kənarında gələrsə, istəyir zəncirin əvvəlində olsun, istəyir zəncirin sonunda olsun. Baxın, neçə rabitə əmələ gətirir? 3 rabitə. Bu 3 rabitənin ikisi hidrogendir, biri nukleotid arası kovalent rabitədir. Bu cürdə yazırsınız. Adenin və ya timin nukleotidi istəyir zəncirin əvvəlində, istəyir zəncirin kənarı, yəni belə yazın, zəncirin kənarında, əvvəlində və sonunda gələrsə, 3 rabitə ilə bağlanır. Onun ikisi qonşu zəncirin
azotlu əsasına hidrogen rabitəsi, biri isə nukleotit arası kovalent rabitə. Yəni adenin və ya timin nukleotidi minimum neçə rabitə ilə bağlanır? 3 rabitə ilə. İkisi hidrogen, biri nukleotit arası kovalent rabitə. İndi bura baxın. Bəli. Onu deyin yazaq da. İkisi qonşu zəncirin cümləni tamamlayaq. Adenin və ya timin nukleotidi zəncirin kənarında gələrsə, adenin və ya timin nukleotidi, nəlimə, baxın, bunu əsas başa düşün. Körtəbi əzbərləyəndə yaddan çıxır. Heç yazmağa ehtiyac da yoxdur. Bax, sizə göstərirəm. Baxın, adenin və ya timin nukleotidi. Baxın, burada zəncirin kənarı. Görürsünüz, bir var zəncirin ortası, bir də var kənar. Adenin və ya timin nukleotidi zəncirin kənarında gələrsə, minimum 3 rabitə ilə bağlanar. Bunun ikisi hidrogen, bax, fakt burada göstərirəm, fikir verin. Bunun ikisi hidrogen, biri isə nukleotit arası kovalent rabitədir. Adenin və ya timin nukleotidi zəncirin kənarında gələrsə, 3 rabitə ilə bağlanar. İkisi hidrogen rabitəsi, biri isə kovalent rabitədir. Bu minimum rabitə deyirik. İndi baxın, indi gəlin belə götürək müəllimlər. Bura götürüm adenini. Tutaq ki, adenin bu dəfə gəlsin ortada. İndi yazırıq, adenin və ya timin nukleotidi zəncirin ortasında gələrsə, baxın, indi ortada gəlib. İndi neçəsi ilə bağlanıb? İkisi buradan. Biri belə, biri də belə. Baxın, bir tərəfdən orta fosfatı guaninin pentozasına nukleotit arası kovalentlə bağlandı. Digər tərəfdən pentozası timinin orta fosfatına bağlandı. Deməli, oldu neçə rabitə? 4 rabitə. Bu 4 rabitənin ikisi hidrogen, ikisi kovalent rabitə. Baxın, silin bir də göstərim. Tutaq ki, bu adenin olsun, bu timin olsun. Arasında 2 hidrogen rabitəsi, bir tərəfdən fosfatı qonşunun karbohidratına, digər tərəfdən karbohidratı qonşunun fosfatına. 1, 2, 3, 4. İndi qayda necə oldu? Adenin və ya timin nukleotidi zəncirin ortasında gələrsə 4 rabitə ilə bağlanar. İkisi hidrogen, ikisi isə nukleotit arası kovalent rabitə. İndi keçək müəllimlər. İndi keçək nəyə? Keçək guanin və sitozinə. İndi bura fikir verin. İndi baxaq guaninə. Əgər guanin burada olsun, sitozin də burada olsun. Guanin və sitozin azotlu əsas, üzr istəyirəm. Guanin və sitozin nukleotidləri zəncirin kənarında gələrsə, guanin və sitozin nukleotidləri zəncirin kənarında gələrsə, onda minimum 4 rabitənə, baxın, biri guanin, qarşıdakı sitozinə 3 hidrogen rabitəsi ilə və orta fosfatı qonşunun, karbohidratı qonşunun orta fosfatına bir dənə kovalentlə. Deməli, 4 rabitə. Onun 3'ü hidrogen, biri isə nukleotid arası kovalent rabitə. Nə belə yazdıq? Guanin və ya sitozin nukleotidi zəncirin kənarında gələrsə, 4 rabitə ilə bağlanar. İkisi hidrogen, üzr istəyirəm, 3'ü hidrogen, biri kovalent rabitə. İndi baxın, guanini indi zəncirin ortasına qoymuşam. Guanin və ya sitozin nukleotidi zəncirin ortasında gələrsə, onda 5 rabitə ilə bağlanar. Artıq bunu maksimum götürürük. 3'ü hidrogen, 5 rabitənin 3'ü hidrogen, ikisi kovalent. Çünki ortada gələndə həm orta fosfatı, həm də karbohidratı qonşunun hissələri ilə kovalent rabitə, nukleotid arası kovalent rabitə əmələ gətirir. Deməli, sizdən soruşsalar ki, adenin və ya timin nukleotidi minimum neçə rabitənin əmələ gəlməsində iştirak edir, maksimum neçə rabitənin əmələ gəlməsində iştirak edir. Onda o dəqiqə fikirləşirəm ki,
Deməli, adenin və ya timin azotlu, adenin və ya timin nukleotidi zəncirin kənarındadırsa, yəni minimum desələr götürəcəm neçə? 3 rabitə, ikisi hidrogen, biri kovalent. Əgər maksimum desə, götürəcəm 4 rabitə. Yəni onda hardadır? Ortasında. Deyəcəm 2 hidrogen, 2 kovalent rabitə. Yox desə ki, bəs guanin və ya sitozin nukleotidi zəncirin kənarında gələrsə, deməli minimum soruşur. Zəncirin ortasında gələrsə, deməli maksimumunu soruşur. Kənarda gələrsə 4 rabitə, 3-ü hidrogen, 1-i kovalent. Ortada gələrsə 5 rabitə, 3-ü hidrogen, 2-si kovalent rabitə ilə bağlanmış olar. Müəllimlər, aydın oldu bura qədər. Səsim gəlir, müəllimlər? Hə, aydındır mı? Yaxşı. Ola bilər biraz məlumat çox olar. Yenə də diqqətlə qulaq asarsınız, narahat olmayın. Yəni, burada çətin heç nə yoxdur. Görəcəksiniz ki, əslində rahatdır. Bax, bu belə. Deməli, burada yenə də qeyd edirəm. İndi bir dənə bura bir də fikir verin müəllimlər. Burada biraz qəliz verilibdir. Bunu başa düşsəz onu da başa düşəcəksiniz. Bir dənə bura fikir verin. Bax bu DNT-nin bir zənciri, bu da DNT-nin iki zənciri. Bax hal-hazırda burada neçə nukleotit var? Baxın 1, 2, 3, 4 dənə nukleotit var. Qarşıda neçəsidir? 1, 2, 3, 4-dür. Düzdürmü? Deməli, bir zəncirdən 4 nukleotid, onun qarşısında da 4 nukleotid. İndi əgər bir zəncirdə 4 nukleotid varsa, afər müəllimə, nukleotidlərin daxilində, bir nukleotidin daxilində özünün azotlu əsası ilə karbohidratı hansı rabitə ilə birləşir? Kovalent yoxsa hidrogen? Hidrogen. Kovalent rabitə, bəli. Baxın, özünün azotlu əsası, özünün karbohidratına hansı rabitə ilə birləşdi? Kovalent rabitə ilə. Özünün karbohidratı, özünün orta fosfatına hansı rabitə ilə birləşdi? Kovalent rabitə ilə. Bir nukleotidin daxilində neçə kovalent rabitə oldu? 2. 2. Yaxşı. Desəm ki, bir dənə nukleotid qonşu nukleotidə hansı, müəllimlər bağlayın mikrofonu, Nəcibə müəllimə, bir dənə nukleotid qonşu nukleotidə hansı rabitə ilə bağlanır? Hidrogen rabitəsi. Müəllimə, hidrogen azotlu əsaslar arasında olur. Baxın, mən nukleotid deyirəm. Kovalent. Baxın, bir zəncir o birisi zəncirə hidrogenlə bağlanır. Bunu bildik. Amma bir zəncirdəki nukleotidlər bir-birinə hansı rabitə ilə bağlanır? Fikir verin. Kovalent rabitə ilə bağlanır. Baxın, kovalentlə. Çünki bir zəncir qırılmır. Kovalent rabitə güclüdür. Bu qırılır. Baxın, molekul dağılır. Molekul dağılanda da hidrogen rabitəsi dağılır. Zəncirlər bir-birindən aralanır. Kovalentlə bağlanır. Yaxşı. Deyə bilərsiniz, deməli, Günay müəllimə, Salmanova Günay müəllimə, deyə bilərsinizmi? Tutaq ki, DNT-nin bir zəncirində 100 dənə nukleotid var. Nə qədər nukleotid arası kovalent rabitə olar? 99. Ay sağ olun, bəli. N-1. Neçə mol su ayrılar? Yenə yenə 99, N-1. İndi baxın, yaxşı bir zəncirdə nukleotidlər bir-birinə necə bağlanır? Gəlin ona baxaq. Bir dənə nukleotidin pentozası ilə, bura fikir verin, qonşu nukleotidin orta fosfat turşusu arasında rabitə yaranır. Sonra, baxın, yenə guaninin pentozası ilə sitozinin orta fosfatı arasında bir dənə. Yenə sitozinin pentozası ilə timinin orta fosfatı arasında bir dənə. Baxın, mən neçə dənə oldu? 3 dənə oldu deyirik. Bəli. Aydındır müəllimlər bu hissələr. Aydındır müəllimə. Bax, mən biologiya keçməmişəm, kimya keçmişəm. Bax, burada hidrogen rabitəsini 3 dənə götürür, elektron üstü deməkdir.
Bak ben orada birini götürdüm takçı içime izahatında kovalent rabitede. Biri sigma götürdüm, ikisini pi rabite götürdüm. Ama burada bütün üçü de hidrogen rabitesi. Bəli, bəli, müəllimə. O kimya, hə, o sigma pi sizi çaşdırmasın. O başqa. Onu biz kimyada götürürük. 2 qat hidrogen rabitəsinin biri sigmadır, biri pi'dir. 3 qat hidrogen rabitəsini götürürük. Bəli, ikisi pi'dir, biri sigmadır. Bunlar yox, müəllimə. Bunları qoyaq qırağa. Biz nə deyirik? Biz deyirik adeninlə timin arasında 2 qat, guaninlə sitozin arasında 3 qat hidrogen rabitəsi. Onlarla siz bunu qarışdırmayın. O başqadır, bu başqadır. Yaxşımı müəllimə? Yaxşı. Ay sağ olun. İndi baxın müəllimlər, indi baxın. Bunları bildik. Bunları bildik. İndi bu hissəni də deyəcəm sizə. Bizə burada nə qaldı? İndi hələ ki bunlara baxaq, sonra biraz məlumatınız olsun, yerdə nə qalıbsa, sual cavabda və yaxud da yenidən onların hamısını sizə izah eləyəcəm. Yəni narahat olmayın. İndi bir də bir şey deyim sizə. Zülalı keçəndə yadınızdadırsa biz dedik ki, zülallar amin turşularından yaranıb. Və belə bir şey dedik ki, əgər n-dən amin turşusu varsa, onda nə demişdik? Demişdik ki, n-dən amin turşusu varsa, biz bilirdik ki, amin turşuların arasında peptid rabitə var, düzdürmü? Deyirdik ki, neçə amin turşusu bir peptid rabitənin əmələ gəlməsində iştirak edir, neçə amin turşusu iki peptid rabitənin əmələ gəlməsində iştirak edir. Yadınızdadır, demişdim ki, elə bir ki, qrupda olan 10 müəllimin onu da əl-ələ tutmuşuq. Dedim ki, kənara məndən Afər müəllimə düşüb, düzdürmü? Mən neçə adamın əlindən tutmuşam? Bir adamın. Afər müəllimə neçə adamın əlindən tutmuşdu? Bir adamın. Amma ortada olanlar ikisinin əlindən tutur da, düzdür? Elə bir belə bir şey. Elə bir bənövşə oyunu oynayırıq. O vaxt tuturduq, əl-ələ bənövşə oyunu oynayırdıq. Bax, o cür. Eyni şeydir, sadə bir şey. Eləcədən amin turşularında da o cür deyirdik. Kənarda gələn amin turşuları bir peptid rabitənin, ortada gələn amin turşuları iki peptid rabitənin yaranmasında iştirak edir. Eyni şey indi bura tətbiq edirik. Baxın. Baxın müəllimlər. Bu DNT-nin bir zənciridir. Deyirəm ki, DNT-nin bir zəncirində bir nukleotid, o birisi nukleotidə hansı rabitə ilə bağlandı? Kovalent rabitə ilə bağlandı. İndi əgər nukleotid zəncirin kənarındadırsa, baxın, adenin kənarda, timin kənarda fikir verin, kənarındadırsa, hələ zəncir deyirəm, molekul demirəm. Kənardadırsa, kənarda olan nukleotidlər neçə kovalent rabitənin əmələ gəlməsində iştirak edir? Bir dənə. Niyə? Diqqətli olaq. Niyə? Baxın, adenin nukleotidinin xışıltı var, müəllimlər. Çox xahiş edirəm, onu bağlayın ki, sonra özünüz üçün problem yaranmasın. Adenin nukleotidinin, baxın, pentozası, guanin nukleotidinin orta fosfatına bir kovalent rabitə ilə bağlandı. Gördünüz müəllimlər? İndi timinə baxın. Timin nukleotidinin orta fosfatı sitozin nukleotidinin pentozasına bir kovalentlə bağlandı. Eyni şey buradakı timin üçün, buradakı adenin üçün də deyə bilərik ki, bunlar yalnız bir kovalent rabitənin əmələ gəlməsində iştirak elədi. Çünki kənardadılar. İndi zəncir üçündür. Elə bilin ki, əl-ələ tutan 4 nəfərdir. 4 nəfər əl-ələ tutubsa, bu kənarda qalan bu 2 nəfər, məsəl üçün, yalnız bir əldən tutub. Yəni, DNT-nin bir zəncirində nukleotid arası bir kovalent rabitə əmələ gətirən nukleotid sayı neçə dənədir? 2 dənə. Deməli, nə deyirəm? Götürürük belə bir şey, yazıram. DNT-nin bir zəncirində və yaxud da yazıram ki, və yaxud da bir molekul, nədə yazacağım? DNT-nin bir zəncirində nukleotid arası bir kovalent rabitə əmələ gətirən nukleotid sayı nəyə bərabərdir? 2-yə. Demək, müəllimlər, DNT-nin bir zəncirində nukleotid arası bir kovalent rabitə əmələ gətirən nukleotid sayı neçə dənədir? Kənarda duranlar 2 dənə. Bəs desək ki, yaxşı, DNT-nin bir zəncirində nukleotid arası 2 kovalent rabitə əmələ gətirən nukleotid sayı nə qədərdir? N-2 dənə. Bu nə deməkdir? İndi qaydaq bura fikir verin. Əslində sadə bir şeydir. Baxın, burada neçə nukleotid var? 4 dənə.
Yaxşı, 4 nukleotiddən neçəsi yalnız nukleotid arası bir kovalent rabitə əmələ gətirdi? Neçəsi? İkisi. İkisi. Bəli. Bəs yaxşı, neçəsi nukleotid arası 2 kovalent rabitə əmələ gətirdi? İkisi. Bəli. Biri guanin, biri də sitozin. Baxın, guaninə fikir verin müəllimlər. Bax, bura fikir verin. Bir tərəfdən fosfatı adeninin karbohidratına birləşib. O biri tərəfdən də karbohidratı sitozinin fosfatına birləşib. Gördünüz, ikisini əmələ gətirdi. Eyni şey sitozin üçün də deyə bilərik. Onda siz belə bir şey yazırsınız. Bir dənə səhifə açırsınız, yazırsınız DNT və 2 dənə xətt qoyursunuz. Bu tərəfdən yazırsınız bir zənciri, bu tərəfdən yazırsınız molekulu. DNT'nin bir zəncirindən altından yazırsınız nukleotid arası bir kovalent rabitə əmələ gətirən nukleotid sayı. DNT'nin bir zəncirində nukleotid arası bir kovalent rabitə əmələ gətirən nukleotid sayı nəyə bərabərdir? 2-yə. Sonra yaxşı, nukleotid arası 2 kovalent rabitə əmələ gətirən nukleotid sayı nəyə bərabərdir? N-2-yə. Eyni şeydir. Əgər bir zəncirdə 10 dənə nukleotid varsa, onun ikisi yalnız 1 dənə nukleotid arası kovalent rabitə əmələ gətirir. 10-2, 8-i 2 dənə nukleotid arası kovalent rabitə əmələ gətirir. Və yaxud da tutaq ki, 10 müəllim əl-ələ tutmuşuq. Yenə deyirəm, tutmuşuq və biz DNT-nin bir zənciriyik. Əvvəldə və sonda duran müəllim yalnız bir əldən tutub, ona görə də yalnız nukleotid arası bir kovalent rabitə əmələ gətirir. Yəni ikisi. N-2, o 2 müəllimi çıxsaq, yerdə qalan 8-i 2 əldən tutub. Yəni nukleotid arası 2 kovalent rabitənin əmələ gəlməsində bu müəllimlər iştirak edib. Eyni şeyi DNT-nin zəncirindəki nukleotidlərə da aid eləyə bilərik. Elə bilin ki, o nukleotidlər müəllimlər də əl-ələ tutublar. İndi gəlin eyni şeyi molekula tətbiq eləyək. DNT-nin bir molekulunda, müəllimlər, belə deyək də daha doğrusu, DNT molekulunda nukleotid arası bir kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotid sayı neçə dənədir deyəndə deyirsiniz? 4 dənə. Baxın. Bir zəncirdə 2 dənə, qonşu zəncirdə 2 dənə, 4 dənə. Bəs nukleotid arası 2 kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotid sayı N-4 dənə. N-4 dənə. İndi buradakı misalda neçə nukleotid var cəmi? 4, 4, 8 dənə. Yəni 8 düzdür, 8 minus 4. 4'ü 1, 2, 3, 4. 4'ü 2 kovalent rabitə yaradır nukleotid arası. Amma 4'ü nukleotid arası 1 kovalent rabitə yaradır. İndi bunu gəlin bir məsələ şəklində də yazaq. Tutaq ki, deyir ki, baxın yazın zəhmət olmasa, DNT molekulunun bir zəncirində DNT molekulunun bir zəncirində 200 dənə nukleotid var. DNT molekulunun bir zəncirində 200 nukleotid olarsa, DNT molekulunun bir zəncirində 200 nukleotid olarsa, indi hamısını bir yerdə deyəcəm. Bu zəncirdə və yaxud da yazaq bu molekulda bir nukleotid daxili neçə kovalent rabitə olar? Bax, bir bu. Təkrarlayıram. DNT molekulunun bir zəncirində 200 nukleotid olarsa, bu molekulda nukleotid daxili neçə kovalent rabitə olar? İkinci, bu molekulda nukleotid arası neçə nukleotid arası bir kovalent rabitə əmələ gətirən nukleotid sayını tapın. DNT molekulunun bir zəncirində 200 nukleotid olarsa, bu molekulda bir nukleotid daxili neçə kovalent rabitə olar? Bir də nukleotid arası
bir kovalent rabitə əmələ gətirən nukleotit sayını tapın. Üçüncü də qoyub yazaq ki, nukleotit arası 2 kovalent rabitə əmələ gətirən nukleotit sayını tapın. İkincini deyin zəhmət olmasa. Deməli, baxın, bir də təkrar edirəm müəllimlər, yavaş-yavaş. DNT molekulunun bir zəncirində 200 nukleotit olarsa, bu molekulda 1. Nukleotit daxili neçə kovalent rabitə olar? Bu birinci şərtimiz. İkinci, nukleotit arası bir kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotit sayını tapın. Nukleotit arası bir kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotit sayını tapın. Üçüncü, nukleotit arası 2 kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotit sayını tapın. Birində nukleotit arası 1 kovalent rabitə əmələ gətirən, o birisində nukleotit arası 2 kovalent rabitə əmələ gətirənlərin sayını tapırsınız. Buyurun. Amrə müəllimə, rabitənin əmələ gəlməsində iştirak edən ikincidə. Bəli. İkincidən, nukleotit arası bir kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotit sayını tapın. Əmələ gəlməsində iştirak edən nukleotit sayını tapın. Üçüncüdə. Üçüncüdə də nukleotit arası 2 kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotit sayını tapın. Biri 2 ilə əvəz edin. Yazdığınız biri bu dəfə 2 ilə əvəz edin. Buyurun. Çox sağ olun. Siz sağ olun. İndi baxın, necə yazaq müəllimlər? Hansı ardıcıl? Mən silim şərt artıq sizdə var. İndi keçin bura. Bir səhifə açaq. Gəlin birincini həll eləyək əvvəl. Demək, nə dedik? Dedik ki, DNT molekulunun bir zəncirində, afər müəllimə, bir zəncirdə 200 dənə nukleotid olarsa, qonşu zəncirdə neçə nukleotid olar? 200. Ay, sağ olun. Bəli, 200. İndi baxın. Deyir ki, DNT molekulun bir zəncirində 200 varsa, avtomatik onun qarşısına da 200 yazıram ki, qonşu zəncirdə də 200 olacaq. İndi birinci şərtdə deyir ki, burada nukleotid daxili neçə kovalent rabitə olar? Necə tapmışdıq nukleotid daxili kovalent rabitənin sayını? Demişdik ki, bir dənə nukleotidin daxilində neçə dənə nukleotid daxili kovalent rabitə olur? 2. Ay, sağ, 2. Yox, niyə bir dənə müəllimə? 2 dənə. 2 dənə. Biri nukleotidin azotlu əsası ilə pentozas arasında idi. O birisi də pentozası ilə orta fosfat arasında idi. 2 dənə. Onda belə eləyəcək. 200-ü vuracaq 2-yə, 400 burada, 400 də burada. Deyəcək, cəmi 800 dənə nukleotid daxili kovalent rabitə var. Niyə? Deyəcək ki, əgər bir nukleotidin daxilində nukleotid daxili 2 kovalent rabitə varsa, 200, cəmi neçə nukleotid var? 400. 400 də x olar. 400 vur 2. 800 dənə nukleotid daxili kovalent rabitə var. Yəni, n vur 2 qısa şəkildə nukleotidin sayını 2-yə vursaq, nəyə almış oluruq? Nukleotid daxili kovalent rabitənin sayını. İndi keçək ikinci şərtə. Deyir ki, əgər bir zəncirdə, ikinci şərtdə deyir ki, bir zəncirdə 200 dənə nukleotid olarsa, onda nukleotid arası bir kovalent rabitənin əmələ gəlməsində iştirak edən nukleotid sayını tapın. Biz də bilirik ki, DNT-nin bir zəncirində 2 dənə nukleotid arası bir kovalent rabitə əmələ gətirən 2 dənədir. O birisi zəncirdə də 2 dənədir. Düzdürmü, müəllimlər? Nə cür tapmışdıq? Yadınızdaydı. Deyirdik ki, əl-ələ tutmuşdu müəllimlər. Kənarda gələnlər yalnız bir kovalent rabitənin əmələ gəlməsində iştirak edir. Bəli. Onda götürəcəyik 4 dənə.
4 dənəsi yalnız nukleotit arası bir kovalent rabitə yaradır. Üçüncü şərt də nə deyir? 2 rabitə yaradanı tap. Onda 400-dən nəyə çıxacağıq? 4-ü. Necə yazmışdıq? N-4. Molekulda deyəndə 4-ü çıxırıq. Zəncirdə desə 2-ni çıxırıq. Zəncirdə soruşsa 200-dən 2-ni çıxacağıq. Amma molekulda soruşduğuna görə cəmi 400-dən 4-ü çıxdıq. 360. Bəli, indi gəlin bura baxın, adi bir şeydir. Bax, bura baxın müəllimlər. Bu bir zəncirdir. Bir zəncirdə nukleotit arası bir kovalent rabitəni tapmaq üçün neynədim? Nukleotit sayından 2-ni çıxdım. Amma molekul desə, baxın, onda nukleotit sayı neçədir? 8. 8-dən 4-ü çıxacaq. Aydındır müəllimlər? İndi bax, bir də qulaq asarsınız, narahat olmayın. Bəlkə də indi yorğunsuz, qarışıq gəldi biraz. Başa düşməsəz bir də izah eləyəcəm. Yəni, heç bir problem yoxdur. Müəllimlər, DNT molekulunun ikiləşməsi və yaxud da reduplikasiyasına gəlin baxaq. Yenə də mikrofonları bağlayın, çox xahiş edirəm. DNT molekulunun ikiləşməsi də deyirlər, reduplikasiya da deyirlər, replikasiya da deyirlər. Baxın, məsəl üçün, bu bir dənə DNT molekuludur. Bura fikir verək. Bu bir DNT molekuludur və onun ikiləşməsi var. DNT molekulu ikiləşən zaman bir dənəsi köhnə zəncirdən olur. Baxın, biri köhnə zəncirdə olur. Bir dənəsi isə yeni zəncirdə əmələ gəlir. Məsəl üçün, belə deyək də, tutaq ki, əgər bunu biz belə qırsaq ortadan, onda hər bir ayrılmış zəncirin qarşısında ona komplementar olan ikinci bir zəncir yaranmağa başlayacaqdır. İndi baxın, tutaq ki, gəlin burada yazaq, məsələn, bir DNT molekulu, adenin, guanin, deməli, sitozin, timin, sitozin, guanin. Elə bunun qarşısında da buna komplementar olaraq timin, sitozin, guanin, adenin, guanin düzülsün. Bu heç. Bunun da arasında bir iki hidrogen rabitəsi var. Bu bir köhnə molekuldur. Bu buradan dağılmağa başlayanda, müəllimlər, bax, buradan qırılmağa başlayanda bu adeninin qarşısında timin durur, timinin qarşısında adenin durur. Gəlin bunu başqa rəhlə yazım. Baxın, timin, adenin artıq mənim yazdığım yeni zəncirdir. Fikir verin. Bax, mənim artıq bura düzdüyüm yeni zəncirdir. Baxın, bax, bir molekuldan neçəsi yarandı? İkisi. Hər birindən biri köhnə zəncirdir, o birisi yeni zəncirdir. Fikir verin. Biri köhnə zəncir, biri yeni zəncir. Yəni, bir molekuldan yarandı ikisi. İndi bizə desək ki, əgər DNT molekulu 3 dəfə öz-özünü yeniləyərsə, onda 2 üstü 3-lə tapırıq. Neçəsi yaranar? 8-i. Və yaxud da belə deyə bilərik, fikir verin. Deməli, baxın, tutaq ki, bir molekuldan yarandı ikisi, ikisindən yarandı 4-ü, 4-ündən yarandı 8-i. Neçə dəfə özünü yenilədi? 1, 2, 3 dəfə özünü yenilədi. Və yaxud da elə 2 üstü 3-lə yazırsınız, 8 dəfə özünü yenilədi. Bunun neçəsi köhnə zəncirdir? 8-dən biri çıxırıq, 7. Biri köhnə zəncir idi, köhnə molekulu idi, 7-si isə yeni molekulu idi, deyirik. Deməli, bax, burada eyni zamanda DNT ilə RNT-nin fərqini verir. Bunu elə birincidən də izah elədim ki, birində dezoksiribozadır, birində ribozadır. Birinin DNT-nin bir növü var, RNT-nin 3 növü var. Dedik ki, DNT-yə baxın, yazıb hamısını. Evkaryot hüceyrədə harda rast gəlirik, prokaryot hüceyrədə harda rast gəlirik. Yəni, bunu əvvəldən dedik. DNT 2 zəncirlidir, RNT 1 zəncirlidir. Bax, bunun hamısını əvvəl dərsin izahında demişəm. Burada yenə eyni şeylərdir. Müəllimə yenə gec qoşuldu. Mehbari müəllimədir, görək. Bu hansı müəllimədir? Yenə gec qoşulub. Burada da DNT ilə RNT-nin fərqləridir. Burada RNT-nin növləridir. Dərsə başlayanda bunları demişdim. Ribosom RNT-si, məlumat RNT-si, nəqliyyat RNT-si. Ribosom RNT-si ribosomun əsas tərkib hissəsidir. Məlumat RNT-si DNT-dən məlumat alaraq zülalın sintez olunduğu yerə gətirir. Nəqliyyat RNT-si isə yonca yarpağı xat şəklindədir və amin turşularını daşıyaraq zülal sintez olunduğu yerə gətirir. Bu da nəqliyyat RNT-sinin şəklidir. Demişdik ki, nəqliyyat RNT-sində hidrogen rabitəsi mövcuddur. Burada ATF-i saxlayıram. Balaca bir dərsdir. Bax, olan budur. 3 səhifəlik. Bunu saxlayıram, qarışmasın deyənə qoy qalsın. Onu başqa vaxt izlə. Yəni, yetərlicə bizim kifayət qədər vaxtımız var.
mən deyərdim ki, 4 dəfə, 5 dəfə təkrar eləməli vaxtımız var. Yəni heç nə narahat olmayın.